Salam hörmətli izləyicilər. Bugünkü videomuzda deməli kvadratik funksiya haqqında məlumat verəcəyik. Deməli kvadratik funksiyanın qrafikinə görə onun deməli kvadratik funksiyada iştirak edən əmsalların işarələrinin araşdırılması, sonra onların kvadratik funksiyanın məsələn hansı qrupa aid olmağı, təpə nöqtələrinin təyin olunmağı və s. bu kimi digər məsələlərə baxacağıq. Deməli kvadratik funksiya bilirsiniz ki, ümumi şəkildə ifadə edilir bütün əmsalları ilə. Deməli, fx bərabərdir, yəni a sıfırdan fərqli olmaq şərti ilə fx bərabərdir ax-in kvadratı üstəgəl bx üstəgəl c şəklində funksiya kvadratik funksiya adlanır. Yəni kvadratik funksiyanın müxtəlif şəkilləri də var. Bilirsiniz ki, deməli, məsələn, bu şəkildə də ola bilər. Gx bərabərdir, məsələn, yəni a sıfırdan fərqli olmaq şərti ilə ABC istənilən həqiqət ədələri olmaq şərti ilə, yəni A-da, B-də, C-də istənilən həqiqət ədələri olmaq şərti ilə a sıfırdan fərqli olmaq şərti ilə, deməli, bu şəkildə funksiyalar kvadratik funksiyalardır. Yəni, burada məsələn, var ki, bu şəkildə verilə bilər, ax-in kvadratı, yəni BC bu da 0 ola bilər, sonra verilə bilər, məsələn, var ki, kx bərabərdir. Məsələn, C sıfıra bərabər olar, B sıfırdan fərqli olar, ax-in kvadratı üstəgəl bx və s. yazmaq olar. Məsələn, px bərabərdir, B sıfıra bərabər olar, C sıfırdan fərqli, A unsuru sıfırdan fərqlidir. Deməli, yazmaq olar ax-in kvadratı üstəgəl c şəklində. Yəni, bax, bu şəkildə funksiyalar, deməli, hamısı kvadratik funksiyalardır. Əlbəttə ki, burada görürsünüz ki, A onsuz da həmişə, hər zaman deməli, sıfırdan fərqli olmağı kvadratik funksiyadan söhbət etsin. Amma digər əmsallar ki var, BC, onlar sıfıra bərabər də ola bilər, sıfırdan fərqli də ola bilər, yəni istənilən həqiqət də ola bilər. Yəni, A sıfırdan fərqli olmaqla istənilən həqiqətdir. BC sıfır da ola bilər, hər ikisi, və yaxud da ikisindən biri sıfır da ola bilər, biri sıfırdan fərqli ola bilər. Yəni, bütün hallara baxdıq. Yəni, burada biz görürsünüz ki, burada məsələn, B ilə C əmsalları sıfıra bərabərdir. Sonra burada C əmsalı sıfıra bərabərdir, sərbəst əmsalı. Sonra burada məsələn B, deməli, bir dərəcəli dəyişənin əmsalı B sıfıra nədir? Bərabərdir və bu şəkildə verilir. Px bərabər ax-in kvadratı C şəklində verilir. Deməli, bu verilmiş kvadratik funksiyaların müxtəlif formalarda verilməsidir. Yəni, biz məsələyə ümumi yanaşırıq. Yəni, burada biz ancaq ümumi məsələləri araşdırırıq. Məsələn, ümumi halda bunu araşdıracaq. Bax, bu funksiyanı araşdıracaq və orada onun hamısı deməli, orada iştirak edəcək. Yəni, ümumi şəkildə məsələni araşdıraq. Ümumiyyətlə, kvadratik funksiyanın biz təpə nöqtələrini, bəzən görürsən ki, suallar olur ki, məsələn, verilmiş kvadratik funksiyanın təpə nöqtəsinin, parabolanın təpə nöqtəsinin koordinatlarını müəyyən edin. Əlbəttə, elə hər şey oradan başlayır. Yəni, orada deməli, verilmiş əmsalların işarələrini də biz bəzən deməli, orada verilmiş, məsələn, fərz edək, biz bilirsiniz ki, bunu biz sadələşdirib tam kvadrat ayırmaqla, deməli, fx bərabərdir, deməli, a vurulsun, x minus y'nin kvadratı plus n şəklində veririk. Yəni, belə veririk, deməli, a vurulsun, x minus n kvadratı üstəgəl n şəklində veririk. Əlbəttə, biz burada n-i necə təyin edirik, onu mən sizə izah edeyim. Deməli, yəni, burada təyin edəcəyimiz, deməli, n, deməli, verilmiş parabolanın nə idi? Təpə nöqtələrdir, əlbəttə, təpə nöqtələrdir. İndi burada müəyyən, deməli, araşdırmamızda görərsiniz ki, məsələn, A orada nə zaman sıfırdan böyük olur, nə zaman sıfırdan kiçik olur, onların hamısını biz sizə aydınlaşdıracağıq. Ümumiyyətlə, n-in parabolanın təpə nöqtəsinin koordinatlarını biz müəyyən etmək üçün verilmiş kvadratik funksiyanın ifadəsini tam kvadratla ayırırıq. Yəni, fx bərabərdir, ax-in kvadratı üstəgəl bx üstəgəl c bərabərdir. Deməli, burada biz a-nı çıxardırıq olsaq da o ki, mötərizə xaricinə. Deməli, burada qalır x-in kvadratı üstəgəl b bölünsün a x üstəgəl c bölünsün a şəklinə gətiririk və buradan deməli yazırıq bərabərdir. Tam kvadratı ayırmaq üçün biz burada ikinci həddin əmsalını həm 2-yə vururuq, həm də 2-yə bölürük. Mötərizənin içərisindəki 3 həddidə ikinci həddin əmsalını, yəni bir dərəcəli dəyişənin əmsalını həm 2-yə, həm də 2-yə vururuq, həm də 2-yə bölürük. Onda biz belə bir şey alırıq. Deməli, a vurulsun, x-in kvadratı üstəgəl
2 vurulsun B bölək 2A vur x məsələn üstə gəl. Deməli, burada biz B bölünsün 2A tutaq ki, bizdə ikinci, yəni biz müxtəsər masturdan bilirsiniz ki, və yaxud da 2 dərəcəli Newton binomundan bilirsiniz ki, yəni yuxarı siniflər, 11 siniflər üçün deyirəm bunu. Amma 9-cu siniflər də, yəni 7-ci siniflər, 7-ci sinifdən bilirlər ki, müxtəsər masturdan keçidlər olar 7-ci sinifdə, halbuki 9-da. Deməli, onlar da bilirlər ki, iki ifadənin cəminin tam kvadratı nədir? Onu müxtəsər masturdan bilirlər. A plus B-nin kvadratı nəyə bərabərdir? Birincinin kvadratı plus birincinin, ikincinin vurulmasının ikincisi plus ikincinin kvadratı. Yəni, bax, bu tam kvadratdır. Yəni, biz burada çalışmalıyıq ki, bu mötərizələrin içərisindəki ifadədən bu tam kvadratı ayıra bilək. Yəni, ona çalışmalıyıq. Ona görə biz burada bir dərəcəli dəyişənin, deməli, B bölünsün A əmsalını həm 2-yə vurduq, həm də böldük və burada, deməli, bizdə ikinci ifadə, tutaq ki, B-nin yerində duran ikinci ifadə B bölü 2 olacaq ona. Çünki birinci ilə ikincinin vurulmasının 2 mislidir burada. Deməli, burada biz bunu B kvadratı bölünsün 4A-nın kvadratını biz əlavə edib çıxmalıyıq. Niyə? Çünki B bölünsün 2A-nın kvadratı B kvadratı bölək 4A-nın kvadratını verir. Bunu əlavə edib çıxanda, deməli, B kvadratı bölünsün 4A-nın kvadratı yaza bilərik. Üstə gəlsin C bölünsün A-da öz yerində bərabər. Bunu belə yazsaq, onda bu bərabərdir. Tam kvadratı ayrılmış olur. Bax, buradan biz tam kvadratı ayırırıq. Yəni, yazırıq burada. A olsun. Deməli, bu x üstə gəl. Deməli, bunu elə beləsinə yazaq, bir yerdə yazaq. X üstə gəl, B bölünsün 2A-nın nə idi bu? Kvadratıdır. Bəli. X üstə gəl, B bölünsün 2A-nın kvadratıdır. Sonra üstə gəlinsin. C bölək A, çıx B kvadratı bölünsün 4A kvadratı. Bunu ayırıq. Bu şəkildə. Deməli, bax, bu mötərizələrin içərisində biz artıq tam kvadrat təşkil edən bir ifadəni, yəni bu içəridəni ayırdıq, yəni tam kvadrat ayırdıq. Və buradan deməli, qalan bax, bu ifadələri biz A-ya vurub mötərizə xaricə çıxara bilərik. Onda biz yaza bilərik bunu bu şəkildə. A vurulsun x vuraq. Belə A vurulsun x üstə gəl, B bölünsün 2A-nın kvadratı. Deməli, üstə gəlsin, C çıxılsın, B kvadratı bölünsün 4A. Bildiyiniz kimi, bax, burada biz nə elədik? Deməli, bu A-nı həm bu ifadəyə vurduq, yəni bu tam kvadrata vurduq, yəni üstə gəl, B bölünsün 2A kəndisinin kvadratına vurduq, ayrı-ayrıqda. Və bunların toplamaya çıxma nəzərən paylamaq əsasında istifadə edə bilməklə. Burada deməli A-lar getdi, burada qaldı C. Çıxılsın, burada da deməli kvadratdan deməli A-nın biri getdi, qaldı 4A. Yəni C çıxılsın, B kvadratı bölünsün 4A qaldı. Vurulmasında deməli onu verir. Bu şəkildə biz bunu belə də yaza bilərik. Məsələn, yaza bilərik, burada yaza bilərik ki, A vurulsun, deməli x çıxılsın, mənfi B bölünsün 2A yaza bilərik. Kvadratı. Çünki bilirsiniz ki, burada mənfinin əksi nə olacaq? Müsbət olacaq. Yəni, bunu biz bu şəkildə yaza bilərik. Üstə gəlinsin, bunu da yaza bilərik. Bu kəsirləri çıxmanı yerinə edirsək, alınacaq burada 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A. Bu alınacaq. Və burada biz mənfi, deməli, n bərabərdir, mənfi B bölünsün 2A işarə edəsək, yəni, deməli, mənfi B bölünsün 2-yə bir m desək, daha doğrusu, sonra 4AC çıxsın B kvadratı bölünsün 4A-ya da bir n desək, yəni 4AC çıxılsın B-nin kvadratı. Buradan yerləşməyəcək, aşağıdan yazın. Deməli, deyək ki, n bərabərdir, buna deyirik 4AC çıxılsın B-nin kvadratına bir n dedik, məsələn, basit. Bölünsün 4A. Onda biz, bax, bu aldığımız, deməli, bax, bu ifadəni bu şəkildə göstərə bilərik. Bərabərdir. Yaza bilərik. A vurulsun, mötərizədə x çıxılsın m-in kvadratı, üstə gəlinsin e. Yəni, biz biraz öncə sizə onu demişdik. Burada m-in necə təyin olunur və o necə tapılır, o bu şəkildə. Bax, deməli, burada nədən istifadə edirik? Deməli, A-nın, B-nin, C-nin bu şərtləri ödəyən istənilən qiyməti üçün, deməli, biz həmin o kvadrat şərtini nə edə bilirik? Tam kvadratı ayırma üsulundan burada biz n-i təyin edə bilirik. Bəzən görürsən ki, uşaqlar
Bu düsturları əzbər yadda saxlayırlar, amma əzbər yadda saxlamağa ehtiyac yoxdur. Onu əgər əmsallar məlum ədədlərlə verilirsə, onda biz onu, bu bizə nə zaman lazımdır, onu deyəcəm sizə. Deməli, əgər məlum ədədlərlə verilirsə də biz burada onu tam kvadrat ayırma ilə emeğini burada müəyyən edə bilərik. Ehtiyac yoxdur, məsələn, tutaq ki, bu qədər ədəd, ehtiyac yoxdur. Yəni, emeğini biz tam kvadrat ayırmaqla burada emi də təyin edə bilirik, eni də təyin edə bilirik. Heç ehtiyac yoxdur bu düsturları əzbər yerdə saxlamağa, ehtiyac yoxdur. Bu o zaman bizə lazım olur ki, deməli, parametrik şəkildə, yəni ümumi şəkildə kvalitativ funksiya verilir və onun qrafiki verilir. O da göstərilir ki, məsələn, tutaq ki, A vursun C hasili sıfırdan kiçik, sıfırdan böyük, yəni belə suallar qoyulur orada, variantlar. Deyil, məsələn, variantlardan hansı doğrudur? O variantların da hansı doğru, hansı yanlış olduğunu müəyyən etmək üçün biz bunları bilməliyik ki, buradan biz A-nın B-nin işarəsini müəyyən edəyək. Həm də funksiyanın qrafikına baxanda bilmir, buna aid məsələlərə baxacaq olsun. Deməli, bu şəkildə biz bu funksiyanı, bax belə, deməli, kvalitativ funksiyanın ümumi şəkildə belə ifadəsini aldıq. Yəni, aldıq ki, fx bərabərdir, deməli, A vurulsun, x minus m-in kvadratı üstəgəl m və burada deməli, tapdı ki, deməli, m nəyə bərabərdir, m nəyə bərabərdir. Bax, bunu aldıq. Və buradan siz bir dənə bir şey xatırladım sizə ki, burada deməli, siz kvadrat tənzim köklər üstünü bilirsiniz. Yəni, elə o da buradan bax, bundan alınır, fərqi yox. Yəni, elə ki, biz burada ax kvadrat plus bx plus c-ni sıfıra bərabərləyib, bu şəkildə biz onu araşdırıb, onsuz köklər üstünü də buradan alınır. Yəni, buradan köklər üstünü də buradan alınır. Onun alınması da var. Yəni, ondan kvadrat tənzimlərin araşdırılması ilə bağlı bir videomuz var. O videoda siz izləsəniz, görərsiniz ki, orada biz onun çıxarışı ilə yazmışıq və köklər üstünü bilirsiniz ki, və təmin köklər üstünü deməli, diskriminant bərabərdir, b-nin kvadratı çıxsın 4ac-yə, yəni ümumi şəkildə ifadəsini yazıram mən. Çünki bizə bu lazım olacaq kvalitativ funksiyanın araşdırılmasında. Digər köklər üstünləri da var, bizi D1-lə də hesablanır, onu biz keçən videolarımızda demişik. Sonra başqa cür də var. Yəni, 3 müxtəlif formada kvalitativ tənliyi biz araşdıra bilirik, amma məsələn, orada üçüncü bir hal vardı. Məsələn, orada D1-i biz ondan o vaxt istifadə edirik ki, orada deməli B əmsalı orada cüt olsun. O zaman deməli biz hesablamanın haradasa 4 dəfə kiçiltmiş oluruq. Yəni, bu diskriminanta nəzərən, bu hesablamaya nəzərən hesablama 4 dəfə kiçilir. Amma üçüncü tamam xüsusi hallar üçündür. Onları mən sizə demişəm, keçən dərslərimizdə, videolarında demişəm onlar sizə. Amma indi bax, burada ümumi şəkildə kvadrat təmin köklər üstü diskriminant bərabərdir b kvadrat minus 4ac. Yəni, əlbəttə ki, burada kvadrat təmin qoyu yazır. Elə burada A0-dan fərqli olmaq şərti ilə ax-in kvadratı üstəgəl bx üstəgəl c bərabər 0. Buradan bir geniş yazın. Bir-birinə mani olması. Deməli, bərabər 0 kvadrat tənliyinin bu şərt daxilində köklər üstü deməli nədir? Diskriminant bərabərdir. B kvadratı minus 4ac x1, 2 də bərabərdir. Yəni köklər üstünü belə yazılır. Mənfi B üstəgəl kökün altında D bölünsün. Deməli 2a. Bəli. 2a. Və burada görürsünüz ki, burada deməli B kvadrat minus 4ac bunun əksi burada verilir. Deməli, biz burada onu nəzərə alsaq, yəni məsələn, nəzərə alsaq ki, 4ac çıxsın b-nin kvadratı, deməli, biz bunu belə yazsaq, olacaq bunun tərsi, yəni əksi, üzr istəyirəm, əksi. Olacaq deməli, mənfi b kvadratı minus 4ac olacaq və bu da nəyə bərabər olacaq? Mənfi b-yə bərabər olacaq. Onda biz o düsturu ümumi şəkildə belə yaza bilərik. Yəni, bax, bu düsturu ümumi şəkildə belə yaza bilərik ki, n bərabərdir mənfi d bölünsün 4a. Mənə də gəlir ki, bu şəkildə yadda saxlamaq, yəni, haradasa indi imtahanda vaxt qazanmaq üçün, əlbəttə ki, bunların çıxarışı ilə yazsanız, siz bunu araşdırsanız, onda sizin vaxtınız çox gedər. Haradasa bunu praktik olaraq yadda saxlamaq üçün bu daha sadədir. Yəni, diskriminantın əksini yazıb, mənfi D bölünsün 4A kimi də yadda saxlamaq olar. Və burada görürsünüz ki, D kvadrat minus 4AC-yə bərabərdir. Burada yerinə yazsam,
və yerini dəyişsən, deməli, azalan açıqlamanın yerini dəyişsən, bu olacaq müsbət, verəcək bunun özünü. Verəcək bunun üstünün özünü. Yəni, belə də bunu yadda saxlamaq olar. Sonra burada biz, məsələn, müəyyən məsələlər olur ki, kvadratik funksiyanın araşdırılmasında elə bizə onun köklərinə görədir. Məsələn, tutaq ki, burada biz parabolanın təpə nöqtəsinin koordinatlarını müəyyən etmək üçün, biz orada, məsələn, tutaq ki, orada absislərin qiymətlərini müəyyən etmək üçün, orada, məsələn, tutaq ki, M-in qiymətini müəyyən etmək üçün, M orada, bilirsiniz ki, X-ə aid olan, yəni absis oxuna aid olan bir deyək ki, bu nöqtədirsə, bu nöqtənin koordinatları M-indirsə, deməli, M burada absis oxuna aiddir, N isə burada ordinat oxuna aiddir. Ona görə də belə nöqtənin deməli, absisi və ordinatıdır, yəni koordinatlarıdır. Ona görə də bəzən görürsən ki, biz M-i müəyyən etmək üçün verilmiş funksiyanın qrafiki əgər absis oxunu 2 nöqtədə kəsirsə, onda deməli, x1 üstə gəl x2, deməli, köklərin ədəd ortasını tapmaq lazımdır, M-i tapmaq üçün. Bəzən görürsən ki, ondan da istifadə olunur. Yəni, məsələn, tutaq ki, biz burada M-i təyin etmək üçün, əgər onun, deməli, kökləri kvadratik funksiya verilibsə, M verilibsə, deməli, M, deməli, verilmiş köklərin ədəd ortasıdır. Bəli, ədəd ortasıdır. İndi onunla bağlı müəyyən məsələlər də verilə bilər. Onda siz bilməlisiniz ki, buradakı M elə x1 üstə gəl, yəni biz onu belə yazaq. Yəni, bax, buradakı M, bax, bu nöqtənin absisi, yəni M, parabolanın təpə nöqtəsinin absisi bərabərdir x1 üstə gəl, x2 bölünsün 2 desə yanılmalıdır. Çünki nə üçün? Ona görə ki, burada deməli, ədədi ortadır. Yəni, x bərabərdir M düz xətdir. X bərabərdir M düz xətdir. Bax, həmən bax, bundan keçir. Yəni, absis ox üzərində qeyd olunmuş, bax, bu ədəddən keçir. Yəni, x bərabərdir, deməli, məsələn, fərz edək, M düz xətdir. Bəli, x bərabərdir M düz xətdir. Bax, bu x bərabərdir M düz xətdir. Orada toxuna paralel olan bu düz xətdir və deməli, o düşür, deməli, o həmin o düz xət verilmiş parabolanın demək olar ki, simmetri oxudur. Simmetri oxudur, bəli. Parabolanın təpə nöqtəsindən keçir və oradan toxuna paralel olur. Onu mən sizə indi qrafik olaraq izah edəcəm. Hələlik ki, biz burada nəyi təyin elədik? Deməli, kvadratik funksiyanın tam kvadratı ayırmaqla parabolanın təpə nöqtəsinin koordinatlarını müəyyən edərik. Bax, indi burada müəyyən məsələlər var ki, biz onu, məsələn, araşdıranda, məsələn, bəzi edək, kvadratik funksiyanın qrafikləri müxtəlif formalarda verilə bilər. Müxtəlif formalarda, məsələn, qoyun müstəvisində baxaq məsələyə. Məsələn, fərz edək, parabolanın qolları üz aşağı olmaqla bu şəkildə verilir, fərz edək. Deyək ki, parabolanın təpə nöqtəsinin koordinatları M, tutaq ki, N olsun və bax, bu, həmin parabolanın təpə nöqtəsinin koordinatlarıdır, fərz edək. Deməli, parabolanın qolları üz aşağıdır. Bax, bu vəziyyətdə verilir. Deməli, burada görürsünüz ki, parabolanın təpə nöqtəsi, birincidir bu ayrıdır. Məsələn, buradan biz, deməli, verilmiş, deməli, kvadratik funksiyanın əmsallarının işarələrini müəyyən edə bilərik. Məsələn, A-nın, B-nin, C-nin işarələrini müəyyən edə bilərik. Məsələn, bu şəkildə. Məsələn, tutaq ki, fx belə verilir, fərz edək, bax, funksiyadır, deyək ki, fx bərabərdir, deyək ki, x-in kvadratı üstə gəl bx, üstə gəl c şəklində verir və burada A0-dan fərqlidir. Bu 100% belədir. Amma burada indi sıfırdan fərqli yazmağa da ehtiyac yoxdur, artıq qrafik verilir. Deməli, burada A0-dan 100% fərqlidir, sonra verməsək olar. Biz burada A-nın, B-nin, C-nin işarəsini müəyyən etməliyik. Məsələn, qrafikə görə biz o işarəni müəyyən etməliyik. Görürük ki, burada görürük ki, deməli, funksiyanın qrafiki absis oxunu 2 nöqtədə kəsir. Deməli, bu funksiyanın qrafiki absis oxunu 2 nöqtədə kəsir. Biri x1 nöqtəsidir, deyək ki. Bir də, baxışlayın, deməli, absisləri biri x1-dir, bir də x2. Absisləri x1 və x2 olan nöqtələrdə, yəni x1 0, x2 0 nöqtələrində deməli kəsir. Demək olar ki, bunlar funksiyanın sıfırlarıdır. Yəni, bu fx bərabərdir, fx bərabər 0 tənliyinin kökləridir. Yəni, burada x1, x2, deməli, fx bərabər 0 tənliyin nə idi? Kökləridir. Yəni, absis oxunun x1 0, x2 0 nöqtələrində kəsir. Ona görə deməli, burada
diskriminant sıfırdan böyük olmalıdır. Məsələn, biz A-nın, B-nin, C-nin işarəsini müəyyən etmək üçün birinci növbədə görürsünüz ki, parabolanın qolları üzrə aşağı. Parabolanın qolları üzrə aşağıdırsa, deməli burada 100% A sıfırdan nədir? Kiçikdir. Bunu məlum edərik. A sıfırdan kiçikdir. Bəli. Deməli, əmsallardan birinin işarəsi məlum olur. Bəs B-nin işarəsini necə məlum etmək olar? Yəni burada görürsünüz ki, burada M-də müsbətdir. M-də müsbət. Bəli. Aksiyonun müsbət yarımokunda yerləşir. Yəni, M nöqtəsi aksiyonun müsbət yarımokuna aiddir. Bəli. Ona görə də deməli, burada M müsbətdirsə, ondan ifadəsi mənfi B bölünsün 2A-da nə olacaq? Müsbət olacaq. Bəli. Onu burada yazmışıq. Məsələn, M bərabərdir, mənfi B bölünsün 2A ifadəsi burada yazmışıq. Deməli, mənfi B bölünsün 2A sıfırdan nə olacaq? Böyük olacaq. Deməli, sıfırdan böyük olacaqsa, bunun hər tərəfini biz mənfi 1-ə vursaq, onda bu nəyinin ekvivalent olar? Bu ekvivalent olar, deməli, B bölünsün 2A, bilirsiniz ki, mənfi 1-ə vuranda işarə dəyişəcək, olacaq 2-dir 0. Bəli. Bəli, bu şəkildə təyin elədik. İndi, buradan B-nin işarəsini müəyyən eləmək üçün, biz bilirik ki, bu sıfırdan kiçik olması üçün bunun biri mənfi olmalıdır, biri müsbət olmalıdır ki, nisbət sıfırdan kiçik olsun. Biz 100% müəyyən eləmişik ki, parabolanın qolları aşağısı A sıfırdan kiçikdir, bu bəllidir. Deməli, burada A sıfırdan kiçik olduğu üçün, deməli, B sıfırdan nə olacaq? Böyük olacaq. Deməli, birincilikdə, deməli, belə müəyyən eləmək olur ki, ümumiyyətlə, əgər parabolanın təpə nöqtəsi birinci rübə düşürsə və parabolanın qolları aşağıdırsa, onda aksiyonu 100% kəsir. Bəli, 100% kəsir. Və bəzən də, məsələn, ta ki, bunu parametri şəkildə belə verər, məsələn, deyək ki, bunun sıfırlarda x1, x2 də verilmiş olur, onda biz orada m-i, elə oradan ədəbi ortadan tapa bilərik. Məsələn, buradan tapa bilərik. Heç bir fərqi yoxdur. Yəni, baxır o məsələnin verilməsinə. Bəli. Deməli, buradan tapdıq ki, B sıfırdan nədir? Böyükdür. İndi gəlin digər işarələr. Məsələn, tutaq ki, tapdıq A sıfırdan kiçikdir, B sıfırdan böyükdür. Bunları məlum olur. Deməli, A sıfırdan kiçikdir, B sıfırdan böyükdür. Artıq bunlar məlum oldu. Digərində əmsalların işarələrini müəyyən edək. Digərdən də orada bir dənə nə qaldı? Deməli, bir dənə qaldı orada C. C-nin işarəsini müəyyən edək. Görək, C nədir? C sıfırdan böyükdür, kiçikdir, onu müəyyən edək. Deməli, müəyyən elədik ki, A sıfırdan kiçikdir, B sıfırdan nədir? Böyükdür. Deməli, B-nin də sıfırdan böyük olmağını gördüyünüz üçün burada M deməli müsbət olduğu üçün M-in ifadəsi sıfırdan böyük olmalıdır və bunun hər tərəfini mənfi 1-ə vursaq, bərabərçi işarəsinin əksinə dəyişir, B bölünsün 2 əksi 0 qalır. Və burada deməli A sıfırdan kiçikdirsə, deməli B sıfırdan böyük olmalıdır, nisbət sıfırdan kiçik olsun. Deməli B sıfırdan böyük. Deməli bu qrafik üçün A sıfırdan kiçik, B sıfırdan böyük. Qaldı C. C-ni müəyyən eləmək lazımdır. Və C-ni necə müəyyən eləmək olar? Onu da biz deməli götürürük. Bilirik ki, diskriminant nədir? Sıfırdan böyükdür. Yəni, çünki aksiyonu 2 nöqtədə kəsirsə, deməli, diskriminant sıfırdan böyükdür və buradan deməli alınır ki, deməli, B kvadratı çıxsın 4AC sıfırdan nədir? Böyükdür. Bəli. Deməli, buradan, indi B-nin işarəsi burada məlumdur. B-nin işarəsi məlumdur. Burada, deməli, C-nin işarəsini müəyyən etmək üçün, burada A bilirsiniz ki, mənfidir. Mənfi olanda. Deməli, bu müsbət olacaq. Deməli, bu da müsbətdir. Deməli, C burada müsbət olmalıdır ki, çünki A burada mənfidirsə, mənfinin əksini olacaq, müsbət olur. Çünki A mənfidir axı burada. Deməli, C burada müsbət olmalıdır ki, bu sıfırdan böyük olur. Bəli. Çünki burada da müsbət alınır. Yəni, B onsuz da burada müsbətdir. Yəni, müsbətdir. B-nin kvadratı müsbət olacaq. Və çıxılsın 4AC bölü 0. Deməli, burada bunun da A sıfırdan kiçikdirsə, deməli, bunun əksi olacaq müsbət. Çünki A sıfırdan kiçikdir. Müsbət. Deməli, C də burada nə olmalıdır? Müsbət olmalıdır. Deməli, C də burada müsbətdir. Və onu görək başqa cürdə müəyyən etmək olarmı? Deməli, burada biz, məsələn, deməli, funksiyanın qrafikinə görə müəyyən elədik ki, deməli, bəli, aksiyonun 2 dəfə kəsdiyinə görə 2 nöqtədə kəsir deyə, yəni aksiyonla toxunmur da, aksiyonun 2 nöqtədə kəsir deyə funksiyanın sıfırlarının sayı 2-dir, yəni x1, x2 verilmiş funksiyanın sıfırlarıdır.
Və deməli, burada diskriminant sıfırdan böyükdür, kvadrat təminlərinə görə biz onu müəyyən edirik. Və buradan tapılır ki, deməli, C də sıfırdan böyükdür. Bunu praktik olaraq başqa cürdə yoxlamaq olar. Başqa cürdə yoxlamaq olar. Məsələn, tutaq ki, belə də yoxlamaq olar. Məsələn, hamınız bilirsiniz ki, məsələn, deyək ki, bir dənə belə bir Px funksiyasına baxar, Px bərabərdir. Məlum əmsallarla baxaq məsələyə. Məsələn, tutaq ki, mənfi x-in kvadratı, üstə gəl, məsələn, üstə gəl 2x, məsələn, çıx 1, deyək, çıx 1. Laf tam kvadrat kimi baxaq. Və görürsünüz, burada C-nin ifadəsidir bu. C-nin ifadəsidir. Başqa cürdə baxmaq olar. Məsələn, tutaq ki, laf yazaq bunu belə. Məsələn, yazaq burada üstə gəl, məsələn, tutaq ki, 4, deyək, üstə gəl 4. Belə baxaq məsələyə. Deməli, burada biz götürsək, məsələn, baxarıq burada tam kvadratı ayırsaq və buradan mənfini çıxarsaq, tam kvadratı ayırsaq, onda biz burada yaza bilərik ki, mənfi x-in kvadratı üstə gəl 2x, üstə gəl 2x. Məsələn, çıx 1, üstə gəl 5 yaza bilərik. Üstə gəl 5 yaza bilərik. Çünki mənfi bir üstə gəl 5 bizə nəyi verir? 4-ü verəcək. Ona görə deməli, biz burada yaza bilərik ki, bərabərdir. Yaza bilərik ki, mənfini çıxardarıq mötərizə xaricində. Burada qalacaq x-in kvadratı çıx 2x üstə gəl 1, üstə gəl 5 yaza bilərik. Üstə gəl 5 yaza bilərik. Və buradan görünür ki, bərabərdir. Deməli, mənfi x minus 1-in kvadratı, deməli, üstə gəl 5. Və burada gördüyünüz kimi, deməli, n də müsbətdir. Yəni, məsələn, biz bura da baxa bilərik, məsələyə bura da baxa bilərik. N, məsələn, buradan da aydın eləmək olar. Mən də onu sizə deyim. Buradan da aydın eləmək olar. Amma burada biraz belə qala bilər ki, məsələn, tutaq ki, burada, məsələn, deyə bilərsiniz ki, burada b-nin kvadratı ola bilsin ki, 4ac ilə bundan mütləq qiymətcə böyükdür falan. Yəni, elə şeylər alına bilər. Amma burada elə n-in müsbət olmağı da göstərir ki, n burada aksi oxundan yuxarıda yerləşir. Deməli, n burada müsbətdir. Yəni, onunla da araşdırmaq olar bunu. N müsbətdirsə, deməli, onda bu ifadə nədir? Müsbətdir. Bu ifadənin də müsbət olmağı, bax, bu n-in bu ifadəsinin müsbət olmağı üçün, gördüyünüz ki, yəni, misal göstərir ki, bəli, orada c müsbətdir. Yəni, c müsbətdir. C-nin müsbət olduğunu elə tam aydın şəkildə görürüz. Yəni, c də müsbətdir. Yəni, bunları biz tam aydınlaşdırdıq. Yəni, deməli, kvadratik funksiyanın əmsallarının işarələrini tam mənada araşdırdıq. Bəli. A mənfidir, B müsbətdir, C də müsbətdir. Bəli. C-nin müsbət olmanı buradan da alır. Məsələn, tutaq ki, n sıfırdan böyükdür. Görürsünüz ki, deməli, aksi oxundan yuxarıda yerləşir. Deməli, n burada sıfırdan böyükdür. Gördüyünüz ki, n sıfırdan böyükdür. Deməli, n sıfırdan böyük olması üçün burada bilirsiniz ki, B-nin kvadratı nədir burada? Deməli, bu ifadədən nə olmalıdır? Böyük olmalıdır. Ki, müsbət qalsın. Çünki B-nin istənilən qiymət üçün kvadratı müsbət mənfi olmayan ifadə olacaq. B-nin istənilən qiymət üçün. Burada deməli, A mənfidirsə, deməli, onda burada bu A da mənfidir, bu da mənfidir. Deməli, mənfi də mənfiyə bölündə nə verəcək? Müsbət verəcək. Bəli, müsbət verəcək. Deməli, n də müsbətdir. Deməli, C burada. Bax, C-nin burada deməli, məsələn, tutaq ki, A mənfidirsə, C müsbət, deyək ki, C-nin işarəsi mən eləmək lazımdır. Burada deməli, bu onsuz da çıxılsın B-nin kvadratı, B-nin istənilən qiyməti üçün bilirsiniz ki, mənfi olmayan ifadədir, kvadratı. Deməli, bu da mənfidir. Deməli, sürət də mənfi olmalıdır ki, mənfini mənfiyə bölündə nə versin? Müsbət versin. Bəli, sürət də mənfi olmalıdır. Bəli. Ona görə də, deməli, burada, deməli, 4ac çıxılsın B-nin kvadratının özü də, yəni bölünsün. Deməli, bu da mənfi. Buradan biz mənfini çıxarsaq, mənfi mənfiyə bölündə onsuz da müsbət olacaq. Amma bu ifadənin özü də, deməli, nə olmalıdır? 4ac plus B-nin kvadratı, 4ac deməli, plus B-nin kvadratı. Məsələn, buradan biz A-nın mənfi yazıq burada, A sıfırdan kiçik olduğuna görə, deməli, bunu da mənfi yazsaq, onda olacaq mənfini də çıxarsaq mötərizə xaricinə, burada nə qalır? 4ac plus B-nin kvadratı bölünsün 4A qalır. 4A qalır. Əgər mənfi yazsaq, yəni A-nı da orada mənfi göstərsək, yəni məxrəcdən sürətdə, B-nin olsa istənilən qiymət üçün mənfi olmayan ifadədir. Çıxarında burada qalır 4ac plus B bölünsün 4A. Deməli, burada C nə olmalıdır? Müsbət olmalıdır.
müsbət olmalıdır ki, deməli, bu əyani misaldan da görünür ki, deməli, burada üstə gəlsin 5, məsələn, mənfi x-in kvadratı plus 2x minus 1, üstə gəl 5, bilirsiniz ki, bu ifadəni verir. Yəni, bu kvadrat düşərliyini verir. Bax, bu. Deməli, buradan biz tam kvadratı ayırmaq üçün bunu elədik və burada mənfini çıxardanda burada nə qaldı? Mənfi x-in kvadratı minus 2x üstə gəl 1 qaldı. Və deməli, onun da tam kvadratı oldu, mənfi x minus 1-in kvadratı. Burada görsən, A burada yenə mənfidir, yəni bu şərti ödəyir. A mənfidir. Deməli, n-də müsbətdir, bu şərti ödəyir. N-də müsbətdir, bu şərti ödəyir. Görürsünüz, hamısı ödəyir. Burada C-nin də qiyməti 4-dür, o da müsbət. Və deməli, C doğrudan da müsbət. Bəzən görürsünüz ki, məsələn, uşaqlar, burada məndən çox bunu 9 sinif şagirdləri üçün deyirəm, yəni 9 sinif şagirdləri buraxılış imtahanları verir. Deməli, birinci deməli, zona verir, digər zonalar qalır, ikinci, üçüncü zonalar qalır. Deməli, onlar üçün deyirəm mən bunu ən çox. Yəni, burada siz görsəniz ki, bu işarələri dəqiq müəyyən edə bilmirsiniz, onda belə bir əyani misal göstərə bilərsiniz. Funksiyanın qrafikinə baxıb, belə bir əyani misal göstərib, orada ilə onun üzərində göstərə bilərsiniz ki, burada məsələn, tutaq ki, A mənfidir, deməli, A olsa 100% mənfidir, B burada müsbətdir, özünüz görəsiniz, C də müsbət. Bundan görə. Yəni, bir dənə əyani misal göstərib, onu deməli işarələri tez, yəni sürətli yerinə yetirmək üçün. Bəzən araşdırmalar vaxt aparır, yəni deməli, təhlil eləmək, analiz eləmək vaxt aparır deyə imtahanda. Bəzən praktiki olaraq, məsələn, siz onu belə əyani bir şəkildə, yəni əmsalları əyani şəkildə verib, yəni göstərə bilərsiniz, məlum hədəflərlə əmsalları belə parametrik şəkildə araşdırmaq sizin üçün çətin olarsa, deməli, o parametrlərə, yəni o əmsallara, deyək, əmsallara, yəni A-yə, B-yə, C-yə qiymətlər verməklə, deməli, siz müəyyən edə bilərsiniz ki, doğrudan da burada C müsbətdir, B müsbətdir, A isə nədir? Mənfidir və bu işarələrə görə də orada, məsələn, müəyyən suallar verilir. Deyir ki, məsələn, tutaq ki, A vurulsun, B vurulsun, C, məsələn, tutaq ki, böyütü 0. Məsələn, bununla yoxlursan ki, bu doğrudur, yoxsa yanlışdır. Orada, məsələn, 5 dənə, 6 dənə variant verilirsə, onun, əlbəttə, deyir ki, hansı doğrudur, onu tapılın. Onda sən, məsələn, tutaq ki, o variantlardan biri budur. Baxan kimi görürsən ki, burada, məsələn, tutaq ki, B ilə C ilə müsbətdir, deməli, bu hansı müsbətdir? Bu mənfidirsə, deməli, mənfi ilə müsbət olanda mənfi, deməli, bu doğru deyil. Məsələn, tutaq ki, bu doğru deyil. Bu hansı doğrudursa, onu tapa bilirsiniz, yəni işarələrdən. Deməli, ən çox burada siz nəyi bilməlisiniz uşaqlar? Deməli, burada siz əmsalların işarələrini müəyyən etməyi bacarmalısınız. O da hardan alınır? Mən onu sizə tam izah elədim. Deməli, o alınır, deməli, M-in ifadəsindən. Birinci növbədə parabolanın qollarının aşağı olub, yuxarı olmağından alınır. Məsələn, qollar aşağıdırsa, deməli, onda verilmiş parabolanın, deməli, burada kvadrat dəyişənin əmsalı A mənfidir, aşağıdırsa. Yuxarıdırsa müsbətdir, aşağıdırsa mənfidir. Elə o A-nın işarəsini oradan müəyyən edirsiniz. Parabolanın qollarına görə aşağı və yuxarı olmağından asılı oradan müəyyən edirsiniz. Amma digər əmsalları, məsələn, burada M-in ifadəsindən, N-in ifadəsindən, sonra diskriminantın ifadəsindən, yəni əgər o verilmiş, deməli, abşoxun 2 nöqtədə kəsirsə, deməli, funksiyanın 2 dənə sıfırı var. Onda deməli, mən eləyə bilirsən ki, bəli, bu, deməli, belə, bəli, 2 dənə sıfır varsa, deməli, buradan müəyyən etmək olur. Bu şəkildə. Və belə. İndi deməli, və praktiki olaraq da siz qiymətlər verib, onu belə də əyani şəkildə göstərə bilərsiniz ki, bəli, buna uyğundur. Yəni, burada parabolanın qolları aşağı olma görə mənfi işarəsi atmışsınız, mənfi x-in kvadratı ilə x plus 4 yazmışsınız. Və bunun tam kvadrata ayrılında gəlir belə bir şey alır. Elə bu funksiyanın da qrafiki buna uyğun olduğuna görə, funksiyanın da qrafiki elə buna uyğun olduğuna görə, deməli, müəyyən eləmək olur ki, bəli, buna uyğundur da. Yəni, bilirsiniz ki, burada da 2 dənə kök alınır. Çünki bilirsiniz ki, mənfi x-1-in kvadratı bərabərdir mənfi 5 alsaq, yazsaq burada. Deməli, görərsiniz ki, burada irrasional köklər alınır. Yəni, həqiqi köklər, 2 dənə həqiqi kök olur burada. Yəni, burada problem yox. 2 dənə həqiqi kök olur. Çünki hər tərəfin mənfi bir alanda müsbət olacaq. Hər tərəfin kvadrat kök alanda olacaq modul x-1 bərabər kök altında 5 alınır. Bu şəkildə, deməli, orada irrasional köklər alınır. Yəni, bu kəndin kökləri irrasional köklərdir. İrrasional köklər olsa da belə, yəni, həqiqi köklərdir, bəli. Çünki bilirsiniz ki, irrasional ədədlər çoxluğu, irrasional ədədlər çoxluğuna genişlənərək, deməli, əlavə irrasional ədədlər çoxluğuna birləşməsinin, rasional ədədlər çoxluğunun birləşməsi, daha doğrusu, deməli, həqiqi ədədlər çoxluğu nə edir? Əmələ gətirir.
Yəni, rasional ədədlər çoxluğu irrasional ədədlər çoxluğuna genişlənmədi. Sadəcə elə bir çoxluq yarandı və onların birləşməsi bizə nəyi verdi? Bütün həqiqi ədədlər çoxluğunu verdi. Elə. Yəni, onları ədədlər necələsin, siz ədədlər çoxluqları siz, bəli, əlbəttə ki, bütün riyaziyyatçılar, yəni abituriyyentlərdən söhbət çəkir, riyaziyyatçilərdən, yəni onlar ədədlər necələsini bilməlidir, çoxluqlar necələsini bilməlidirlər ki, yəni deyir ki, məsələn, tutaq ki, kəndi irrasional ədəd tələb olunursa, onu bilməlidir, rasional ədəd tələb olunursa, onu bilməlidir ki, irrasional ədəd nədir, irrasional ədəd nədir, tam ədəd nədir, məsələ bunların hamısını bilməlidir. Bu şəkildə deməli bunu araşdırmaq olar. İndi məsələn, sual oluna bilər ki, məsələn, tutaq ki, onda bu qrafik, məsələn, tutaq ki, birinci lübdə deyil, ikinci lübdə olsaydı nəfər olardı. İkinci lübdə, məsələn, tutaq ki, fərz edək qrafik, məsələn, olaydı ikinci lübdə, fərz edək, belə bu vəziyyətdə ikinci lübdə olsaydı nə olardı? Məsələn, tutaq ki, parabola təpə nöqtənin çözəyi deməli, ikinci lübə çözəyi. Deməli, yenə də burada tutaq ki, M budur, fərz edək, bu da M nöqtəsidir, dəyişik düşür bura. Və sonunda ikinci lübə düşsə də, orada deməli, necə olur vəziyyət? Burada B-nin işarəsi necə olacaq, məsələn? B-nin işarəsi necə olacaq? Deməli, burada da bilirsiniz ki, burada M mənfidir. Deməli, M-in mənfi olmağından, bax, bir şey gedir. Deməli, burada neyimiz? M burada mənfi olursa, onda onun ifadəsi, M-in ifadəsi, mənfi B bölünsün 2A, mənfi B bölünsün 2A, nə olacaq? Sıfırdan kiçik olacaq. Bəli. Bunun hər tərəfini biz mənfi 1-ə vursaq, alacaq B bölünsün 2A bölü 0. Bəli, bölü 0. Bax, görürsünüz, buradan deməli hər tərəfini mənfi 1-ə vurduq, 6B bölünsün 2A bölü 0. Və siz bilirsiniz ki, parabolanın qolları aşağıdırsa, onda deməli A nədir? Mənfidir. A mənfidirsə, onda bu ifadənin müsbət olmaq üçün B də mənfi olmalı. Çünki mənfini mənfiyə burada nə verəcək? Müsbət verəcək. Ona görə B də mənfi, deməli ikinci lübdə. Məsələn, bunun üçün yazsaq biz bunu, bax, bu qraf üçün yazsaq, elə deyil, burada yazır. Bu qraf üçün yazsaq, görürsünüz ki, burada A sıfırdan kiçikdir. Deməli, bu ikinci lübdən söhbət edir. Deməli, B sıfırdan kiçikdir. Çünki B də sıfırdan kiçik olmalıdır ki, bu müsbət alınsın, B sıfırdan kiçikdir. Bəs C-nin işarəsini necə müəyyən eləmək olar? C burada nədir? Məsələn, qrafik tutaq ki, burada verilmişsə, C-nin işarəsini necə müəyyən eləmək olar? Buradan yenə də siz praktiki olaraq deməli, göstərə bilərsiniz. Deməli, burada M-in mənfi olmağından. Siz, məsələn, burada onu belə də yaza bilərsiniz. Məsələn, bax, praktiki olaraq test sürətli araşdırmaq üçün parametrik şəkildə araşdıra bilərsiniz onu. Amma biraz çətinliyiniz olacaq. Amma siz bunu belə də araşdıra bilərsiniz. Bu eleman bunu burada yazır. Onda siz buna qoyarsınız, bax ki, minus, fərz edək, olsun minus. Bəli. Deməli, mənfi əmsallar. Məsələn, bax ki, A burada sıfırdan kiçikdir. Deməli, B də sıfırdan kiçikdir. Görürsünüz ki, B də sıfırdan kiçikdir. Ona görə burada mənfi 2x yazdıq. Onda biz burada yazırıq ki, bərabərdir. Mənfi x-in kvadratı üstə gəl 2x yazaq. Deməli, burada biz burada bunu məsələn yaza bilərik. Çıx 1 üstə gəl 5 yaza bilərik. Bu elə yazaq, ondan sonra yazaq onu ayrı. Deməli, bax, burada onu belə yaza bilərsiniz. Yəni, biz burada avtomatik, əgər B sıfırdan kiçikdirsə, deməli, burada B-nin A da sıfırdan kiçikdir, B də sıfırdan kiçikdir. Biz C-ni araşdırmaq üçün belə bir məsələyə əl atırıq. C-nin də qiymət əlbəttə ki, 4 olacaq. Yenə müsbət olacaq C burada. Gördüyünüz kimi də müsbətdir. Çünki burada biz tam kvadratı ayırsaq, verilmiş funksiyanın qrafiklə uyğun bir qrafik almış oluruz. Deməli, buradan çıxarsaq bunu, olacaq x-in kvadratı. Təşkil bizə yazılma yox. Deməli, burada parsalet diyoruz. Məsələn, tutaq yazırıq, mənfi x-in kvadratı çıx 2x. Məsələn, çıx 1. Üstə gəl 5 yaza bilərik. Bilirsiniz ki, bu sadələşdirən, oxşar toplumları ıslah edersək, verəcək bunu. Deməli, bu da bərabərdir. Buradan önce tam kvadratını edə bilərik. Olacaq mənfi x üstə gəl 1-in nəyi? Kvadratı var, bunu verəcək. Deməli, üstə gəl 5. Və görürsünüz ki, doğrudan da burada da n də yenə nədir? N yenə də müsbətdir. Gördüyünüz kimi n yenə də müsbət. Yəni, müxtəlif üsullarla. Yəni, söhbət burada nədən gedir? Sən riyazi qanun uyğunluğu bilirsənsə, yəni, kvadratik funksiyanın, deməli, tam kvadratı ayırmaqla onun təpə nöqtələrini, koordinatlarını müəyyən edə bilirsənsə,
Sonra kvadratik funksiyanın sıfırlarını tapmaq üçün birisi kvadrat tənliyin həllini bilirsənsə, deməli, bax, bu bilgilərin hamısı sənə imkan verir ki, verilmiş deməli, işarələri sən dəqiq müəyyən edə biləsən. Bəli. İndi ona aid misallara da baxacaq bir yerdə. Bax, orada görsən, bax, burada göstərdi ki, doğrudan da burada C nədir yenə də? C yenə də burada nədir? Müsbət. Bəli. Sən burada C-nin işarəsini müəyyən edəndən sonra, deməli, A sıfırdan kiçik, B sıfırdan kiçik, C sıfırdan böyük, yəni qrafika görə biz bunu araşdırmışıq. Məsələn, qrafik imenin burada yerləşirsə, bu doğrudur, bu münasibət doğrudur. Məsələn, başqa 3-cü lübdə yerləşirsə, başqa cür olacaq, 4-cü lübdə yerləşirsə, başqa cür olacaq. Yəni, onun hamısı, deməli, təpə nöqtəsinin hansı rübə düşməyindən asılıdır. Təpə nöqtəsi, parabolun təpə nöqtəsi hansı rübə düşürsə, biz işarələri ona görə müəyyən edə bilirik. Bu şəkildə deməli, aydın oldu ki, C sıfırdan böyük. İndi, məsələn, tutaq ki, bax, fikir verir. Burada indi onda artıq və əgər orada bir sual variantı kimi verilirsə, onda bir doğru variant olacaq. Məsələn, burada görsəniz ki, A sıfırdan kiçik, B sıfırdan, bunların hasili müsbətdir. Müsbətdə müsbətə burada nə verəcək? Deməli, bunların ikisi ilə mənfidir, hasillər olacaq müsbət. C də müsbət olduğuna görə burada bu, deməli, o variantda doğru, məsələn, belə bir variant verilirsə orada, deməli, şəkildə funksiyada belə verilirsə bu şəkildə, aksinik kvadrat plus B şəkildə verilirsə və qrafik də belə verilirsə, deməli, o doğru variant bu olur. Məsələn, əgər belə bir variant göstərilirsə. Biz ona misallara baxacaq esinən bir yerdə. Yəni, elə baxaq. Deməli, o misallara baxaq. Mənə də gəlir ki, bax, burada siz, deməli, kvadratik funksiyanı araşdırmaq üçün bu şeylərə, deməli, bu dediklərimizi bilsəniz, yəni, burada tam kvadrat ayırmanı özünüz bilsəniz, yəni, konkret olaraq. Məsələn, tutaq ki, burada tam kvadratı ayırdım və tapdım ki, burada evin qiyməti nədir, N-in qiyməti nədir? Burada problem şey yoxdur. Yəni, təpə nöqtələrin formlarını tapmaq üçün sizə bu üstünləri əzbərləmək də lazım deyil. Onu siz özünüz bilməlisiniz. Tam kvadrat. Amma indi yadda saxlaya bilən varsa, yadda saxlayıb, məsələn, bunları təpə nöqtəsinin koordinatları, məsələn, bunu təyin edə bilər. Yəni, əgər öyle bir sual tələb olunsa, təyin edə bilər. Məsələn, bunlar sizlə indi birlikdə məsələlərə baxaq. Topluluqda da müəyyən suallar var və ortada buraxmış imtahana düşən suallardır. Onların bir neçə məsələyə baxaq. Deməli, burada topluluqda belə suallar var. Məsələn, deyək ki, məsələlər var. Məsələn, burada müəyyən biraz parametrik şəkildə verilmiş suallara baxaq. Deməli, məsələn, testdə belə bir sual var. Məsələn, deyək ki, fx bərabərdir. X bərabərdir. Deməli, x-in kvadratı üstəgəl px üstəgəl q olarsa f mənfi pi bölü 2 üstəgəl kök altında p kvadratı bölünsün 4 çıx q. Çıx ki, deməli, bunu deyir tapın. Olarsa, bunu tapın. Bu da hansı şərtlə verir bunu? Deyir ki, əgər p kvadratı bölünsün 4, çıx ki, sıfırdan böyük bərabər olarsa. Böyük bərabər olarsa, deyir, bunu tapın. Bax, burada bunu tapmaq üçün o kvadratik tənlərin araşdırılmasında xüsusi hallar vardır. Biz deyirdik ki, orada ikinci ədəd misalı cüt olarsa,
Biz onda bu üsulla onun kökünü tapa bilərik. Yəni biz sizə onun kvadrat tənliyin araşdırılmasını demişdik sizə. Məsələn, tutaq ki, deyək ki, x-in kvadratı a1-ə bərabər, tutaq ki, burada əmsal, kvadrat dəyişənin əmsalı 1-ə bərabərdirsə, x-in kvadratı üstəgəl, məsələn, bx üstəgəl c bərabər 0 tənliyin, burada b cüt olarsa, məsələn, tutaq ki, b burada cüt olarsa, onda onu biz necə araşdırırıq? Ümumi şəkildə deməli, x1, 2 bərabərdir, yazılır. Deməli, mənfi b üstəgəl çıxır kökün altında b kvadratı minus 4ac. Bölünsün 2a. Bu hər birinizə aydındır. Bunu biz a da nədir? 1-ə bərabərdir. Bunu biz a-nı 1 yazıb, b də cüt olmağına görə deməli, yaza bilərik burada. Mənfi b üstəgəl çıxır kökün altında b kvadratı minus 4c yazılır. Bölünsün 2. Bərabər. Məxəsəli bərabər olan kəsirlərin cəmi kimi baxsaq bu məsələyə, olacaq deməli, mənfi b bölünsün 2 üstəgəl çıxır. Bunu kvadrat hesabı kökün altına salsaq, bizə nə verəcək? Verəcək deməli, b-nin kvadratı bölünsün 4, çıxılsın 4c bölünsün 4. Məxəsəli bərabər olan kəsirlərin çıxılması üçün baxsaq, biz verəcək mənfi b bölünsün 2 üstəgəl çıxır. Kökün altında b kvadratı bölünsün 4, çıxılsın c. 4'lər də getdi buradan, 4'lər getdi. Qaldı bu. Bax, siz buna diqqət eləsəniz, görərsiniz ki, bax, deməli, bu şərti ödəyirsə, deyir ki, əgər bu funksiya belə verilərsə, x-in bu qiyməti üçün, yəni arqumentin bu qiyməti üçün funksiyanın qiymətini tapın. Əlbəttə ki, bu artıq bu şərt daxilində verilmiş funksiyanın nəyidir bu? Sıfırıdır. Sıfırıdır, bəli. Bu elədir ki, verilmiş funksiyanın nəyidir? Sıfırıdır, deyək ki, o x0 ilə işarələyək. Bəli, x0 ilə işarələyək. Əgər deməli, x0 verilmiş kvadrat tənliyi, yəni kvadrat deməli, düşərlini, yəni bax, bu kvadrat düşərlini sıfıra çevirirsə, yəni üstəgəlsin px0 üstəgəl q bərabər 0'dırsa, onda deməli q 0 olacaq. Bax ki, buna biz x0 desək, yəni bu olsun, deyək ki, f x0 bərabərdir buna, yəni bu x0'ın qiymətidirsə, əlbəttə ki, onun köküdür. Görürsünüz. Məsələn, tutaq ki, burada indi üstəgəl yazır, burada 2 kökün ikisini də göstərir. Üstəgəl çıx, yəni burada 0'dan böyük bərabər şərti ödəyirsə, deməli burada 2 müxtəlif kökü də ola bilər, 1 kökü də ola bilər. 0'dan böyük bərabər, yəni 0'a bərabər olarsa, bir dənə kök olacaq. 0'dan böyük olarsa, 2 dənə kök olacaq. Yəni burada ümumi şəkildə verir, 0'dan böyük bərabər. Baxın. Yəni orada bu ifadənin mənası olsun deyə, bax bu kvadrat kökün, hesabı kvadrat kökün mənası olsun deyə bunu burada 0'dan böyük bərabər götürür. Deməli, böyük bərabər 0'dırsa, deməli, verilmiş bax bu ifadə, bax bu araşdırmamıza görə, yəni bu hansı kökdür? Deyək ki, x1 bərabərdir, mənfi b bölünsün 2, deyək ki, orada x0 yazmışam, elə x0 yazaq da, x0 bərabərdir, məsələn, tutaq ki, plus kök altında b-nin kvadratı bölünsün 4, çıxılsın c. Və burada biz elə, deməli, b-yə p desək, c-yə də q desək, elə burada nə olur? x0 bərabərdir, mənfi p bölünsün 2, üstəgəl kökün altında p-nin kvadratı bölünsün 4, çıxılsın q alır. Bax, elə bu alır, bax, bu. Həmin, bax, o ifadədir, bax, bu o ifadədir. Deməli, əgər bunu siz bilirsinizsə, elə baxan kimi deməlisiniz ki, bu funksiyanın qiyməti, yəni bu sual işarəsinin yerinə biz nə yazmalıyıq? 0 yazmalıyıq. Deməli, bizim onda nəticəmiz nə olur? F mənfi pi bölü 2, F mənfi pi bölü 2, mənfi pi bölü 2, üstəgəl kökün altında p-nin kvadratı bölünsün 4, çıxılsın q, nəyə bərabərdir? 0'a bərabərdir. Bu araşdırmamıza görə. Deməli, cavab oldu 0. Bu oldu bizim cavabımız. Yəni, tələb olunuz cavabı. Deyir ki, funksiya belə verilirsə, onda bunu tapın. O zaman ki, 0'dan böyük bərabər olsun. Yəni, bu ifadə 0'dan böyük bərabər olsun. Bəli, bu da hesabı kvadrat kökün altında olduğuna görə bu ifadə. Bəli.
o şərti nə etməlidir? Ödəməlidir. Deməli, birbaşa elə bunu bilən kimi, sən heç bunu vaxt ayırıb araşdırmağa vaxt ayırmaq lazım deyil. Sən birbaşa israr yaza bilərsən ki, fikrindən gəlir ki, bəli, bu deməli, verilmiş kvadratəndi köklər üstündən tapdığımız bu ifadədir. Bu ifadədir. Ona görə deməli, bu verilmiş tənzim bu şərt daxilində kök hesab olunur. Deməli, bunu biz orada yerinə yazsaq, bu şərt daxilində bu nəyə bərabər olacaq? Sıfıra bərabər olacaq. Bəli. Məsələn, şərt üçün siz bunu götürüb orada yazsanız, elə o sıfırı verəcək. Yəni, burada yazsanız o sıfırı verəcək. Çünki bu şərt daxilində. Deməli, o sıfırı verəcək. Ona görə də deməli, biz onun köklər üstüdür bu. Deməli, birbaşa yazsınız ki, funksiyanın qiyməti nəyə bərabərdir? Yəni, bu sual işarəsinin yerinə yaratır, sıfır yazasın. Yəni, o sıfır elə artıq məsələnin həllidir. Belə. Sonra başqa bir məsələyə baxaq. Evet. Məsələn, belə bir məsələyə baxaq. Fx bərabərdir, deməli, ax-in kvadratı üstəgəl bx üstəgəl c, deməli, kvadratik funksiya verilir. Onun qrafikdə belə verilir. Bax, bu şəkildə verilir. Deməli, bu y-dir, bu da x-dir. Deməli, qrafikdə belə verilir. Belə verilir. Yəni, parabolanın təpə nöqtəsi hardasa birinci rübə düşür. Bu şəkildə bu sıfır hesabına başlanğıcıdır. Sonra verir ki, funksiyanın qrafiki verilmişdir. Münasibətlərdən hansı doğrudur? Burada münasibətlər verilir. Məsələn, tutaq ki, A variantında verir ki, AC böyükdür 0. B variantında verir ki, məsələn, ABC böyükdür 0. Məsələn, C variantında verir ki, A bölünsün C böyükdür 0. Məsələn, D variantında verir ki, deməli, A bölünsün 2B böyükdür 0. Sonra Y variantında verir ki, məsələn, BC çıxılsın A böyükdür 0. Belə verir. Variantlarda belə verir. Yer verilmiş funksiyanın qrafiki verilir, kodun müstəvisində verilir. Deyir ki, aşağıdakı münasibətlərdən hansı doğrudur? Yəni, A, B, C, D, Y münasibətlərindən hansı doğrudur? Deməli, onu müəyyən etmək üçün araşdırma vaxt bəzi izah elədiyimiz kimi gedir. Eyni qayda ilə gedir. Məsələn, burada siz deməli, bax, M. Görürsünüz ki, burada, bax, bu M-dir. Bu da nədir? M-dir. Özünüzdən belə şəkillə artıra bilərsiniz. Suallar şəkillə belə artıra bilərsiniz. Deməli, görürsünüz ki, burada M-in də ifadəsini yazsan ki, M bərabərdir mənfi B bölü 2A-dır. M də bərabərdir 4AC çıxılsın B-nin kvadratı bölünsün 4A-dır. Bəli. Bu şəkildə siz onu müəyyən edə bilərsiniz. Və görürsünüz ki, burada M müsbətdirsə, onda onun ifadəsi də, yəni mənfi B bölünsün 2A-da nə olacaq? Müsbət olacaq. Və bu ekvivalent olacaq. B bölünsün 2A, hər tərəfi mənfi 1-ə vursaq, kiçikdir 0 olacaq. Bəli. Kiçikdir 0 olacaq. Sən buradan onsuz da müəyyən edə bilirsən ki, parabolanın qolları da aşağıdırsa, burada A sıfırdan kiçikdir. Bunu elə müəyyən edirsən. Bu A sıfırdan kiçikdir. Bunu müəyyən edirsən. A sıfırdan kiçikdir. Parabolanın qolları da aşağıdır. Deməli, bu ifadənin sıfırdan kiçik olması üçün B sıfırdan nə olmalıdır? Deməli, A sıfırdan kiçikdirsə, onda deməli, B nə olmalıdır? Sıfırdan böyük olmalıdır. Bəli, sıfırdan böyük olmalıdır. Əgər A sıfırdan kiçikdirsə, deməli, bu ifadə özü də sıfırdan kiçikdirsə, onda nə olmalı? Həmişə çalışmaq lazımdır ki, uşaqlar. Deməli, burada, həmişə burada əmsal nə olsun? Müsbət qalsın. Yəni, belə müqayisə eləmək lazımdır. Yəni, mənfi B bölüsün 2A böyükdür 0 yazırsan. Buradan da müqayisə eləmək olar. Məsələn, tutaq ki, A mənfidirsə, mənfinin əksi nə olacaq? Müsbət olacaq. Elə belə də müqayisə eləmək olar.
mənfinin əksi müsbət olacaq. Deməli, bu ifadənin müsbət olmaq üçün B də müsbət olmalıdır ki, yəni bu ifadə müsbət olsun. Bəli, buradan da eləmək olar, amma hər tərəfi mənfi 1-ə vurub B də yazmaq olar. Yəni, hər iki halda doğru müzakirə edirsən, doğru şəkildə müzakirə etmiş olursan. B də saxlasan olar. B də saxlasan, B də yazsan olar. Fərqi yoxdur. Yəni, məsələn, hansını sən daha yaxşı araşdıra bilirsən, səni çaşdırmır o araşdırma. Məsələn, bəzən görürsən ki, biz məsələn, belə vəziyyətdə bunu araşdıranda sizi çaşdıra bilər. Məsələn, siz orada nəsə bir mexaniki səhv edə bilərsiniz, düşünə bilmərsiniz, amma mənə gəlir ki, belə yazıb daha yaxşı müqayisə etmək daha yaxşı olar. Amma belə də eləmək olar. Əgər sizi çaşdırmazsa o, deməli, təhlil sizi analiz çaşdırmazsa, onda belə də yaza bilərsiniz ki, burada mənfidirsə, bu olacaq müsbət. Deməli, bu ifadənin müsbət olmaq üçün B də müsbət olmalıdır. B də müsbət olmalıdır. Deməli, burada A0-dan kiçikdirsə, bu olacaq müsbət olacaq. Müsbət olanda, deməli, bunun da müsbət olmaq üçün onda B0-dan nə olmalıdır? Böyük olmalıdır. Belə də müqayisə edir. Yəni, müzakirə edə bilərsiniz. Heç bir fərqi yox. Bu şəkildə müzakirə eləmək olar, bu şəkildə müzakirə eləmək. Deməli, bunu tapdınız. Sonra, indi burada C də var da. C-ni də deməli, müzakirə eləmək lazımdır. C də müzakirə eləmək lazımdır. Deməli, əgər B də, məsələn, tutaq ki, indi burada, bax elə məsələn, tutaq ki, burada indi münasibətləri verib də biz buna görə müzakirə eləmirik ki, onu. İndi bu C-nin işarəsini biz müəyyən eləməliyik ki, hansı münasibət doğrudur, onu tapmaq üçün. Deməli, C-nin işarəsini müzakirə eləmək lazımdır. Biz biraz öncə izahda onu müzakirə eləmişdik sizinlə bərabər. Deməli, dedik ki, əgər bu vəziyyətdə olarsa, onda deməli, C burada nə olacaq? Müsbət olacaq. Həm də ki, burada aksiyoxun 2 nöqtədə kəsdiyinə görə, deməli, funksiyanın sıfırları var. 2 müxtəlif sıfırı var. Yəni, x1, x2 nöqtələrində deməli, aksiyoxunu kəsir. Apsisi x1, x2 olan nöqtələrdə vermiş qrafik, funksiyanın qrafiki aksiyoxunu kəsdiyinə görə, yəni, bilirsiniz də bu nöqtələrin kodlarını yazsanız, uşaqlar, bu x1 0 nöqtəsidir, bu da x2 0 nöqtəsi. Yəni, burada bir ciddi şey yoxdur. Yəni, funksiyanın qiyməti burada 0. Funksiyanın qiyməti 0-dır. Ona görə deməli, bu nöqtə artıq aksiyoxuna aid olan nöqtələrdir. x2 0, x1 0 nöqtələrdir. Aksiyoxuna aid olan nöqtələrdir. Yəni, x1, x2 nöqtələri, belə bağışlayın, x1, x2 həqiqi ədədləri verilmiş funksiyanın nəyidir? Sıfırları. Funksiyanın sıfırları daha doğrusu. Yəni, bunu göstərə bilərsiniz. Funksiyanın sıfırları x1, x2 olur. Çünki fx1 də sıfıra bərabərdir. Fx2 də nədir? Sıfıra bərabərdir. Bəli. Hər ikisi sıfıra bərabərdir. Ona görə funksiyanın sıfırlarıdır. Bəli, funksiyanın sıfırları isə diskriminant sıfırdan böyükdür. Diskriminant sıfırdan böyükdür. Bəli, diskriminant sıfırdan. Diskriminant da bir seçim ilə təyin olunur. Diskriminant da bərabərdir və bunun əksidir. B kvadratı minus 4AC. Sıfırdan böyükdür, bəli. Deməli, sıfırdan böyükdürsə, elə burada müəyyən edə bilirsiniz. Çünki diskriminant sıfırdan 2 nöqtədə kəsdiyinə görə diskriminant sıfırdan böyükdür. Deməli, burada A mənfidirsə, bu olacaq müsbət. B-ni də istəyir mənfi, istəyir müsbət qiymətlərində. Senin onsuz da B müsbətdir burada. Onsuz da bu, bilirsiniz ki, x-in kvadratı ixtiyari x daxildir L üçün, bunu siz bilirsiniz ki, ixtiyari x daxildir L üçün, yəni istəyənlər həqiqət edə üçün x-in kvadratı böyük bərabər 0 şərtini ödəyir. Bunu bilirsiniz. İxtiyari x daxildir L üçün, deməli, x-in kvadratı böyük bərabər 0 şərti ödənir. Ona görə də burada B mənfi də olsa, müsbət də olsa, yəni nə olsa, burada deməli bu mənfi olmayan ifadədir. A da mənfidirsə, bu olacaq müsbət. Deməli, bunun müsbət olmaq üçün nə olmalıdır? Deməli, B onsuz da burada müsbətdir. Onsuz da burada B müsbətdir, göstərmişik onu sizə. Yəni, biz onu tapdıq deyib, bunun vasitəsilə tapdıq. Çünki A mənfidirsə, deməli, mənfinin əksi müsbət olacaq. B də müsbət olmalı ki, bu ifadə müsbət olsun. Çünki burada M gör harada yerləşir. Ona görə də deməli, B sıfırdan böyükdürsə, A da sıfırdan kiçikdir və onda buradan nə alırıq? Alırıq ki, C sıfırdan nədir? Böyükdür. C sıfırdan böyükdür. Deməli, tapdıq ki, üçün də işarəsini tapdıq. Tapdıq ki, A sıfırdan kiçik, B sıfırdan böyük, C də sıfırdan nədir? Böyükdür.
Tapdıq. Bu işarələrin üçünü tapdıq. Bizə lazım idi bu funksiyada əmsallar. Mən də izah edirəm deyə vaxtımız biraz çox gedir. Sual ola bilər ki, müəllim, siz bunu 10 dəqiqə araşdırırsınız, 5 dəqiqə araşdırırsınız. Biz o dəqiqə yarımca vaxt verirlər. Bəli. Məsələn, mən onu özüm üçün araşdırıram. Əlbəttə ki, mən də bir dəqiqə araşdırıram ki, bu hansı olacaq burada? Onu mən araşdırmağa yəni problem deyil. Sadəcə burada mən onu izah edirəm ki, sizə. Bəzən görürsən ki, şərhlərdə yazırlar ki, müəllim, bunu bu boyda nə uzadırsınız ki, bu belə. Əlbəttə, onu mən qısa desəm, qarşı tərəf məni dinləyirsə, mən bunu öyrətmək xarakteri ilə onu izah edirəmsə, hə? Bəli. Elə bəzən görürsən ki, müəllim də hətta belə bir şey yazır ki, bunu bu boyda uzatmağın nə mənası var? Bəs yaxşı, bunu biz belə dərindən izah eləməsək, qarşı tərəf o nəfər başa düşər. Yəni, deməli, o müəllim dərs izah eləmir də, belə çıxır. Konkret deyir ki, bu. Uşaq da əzbərləyir, gedi cavab verir. Yəni, əzbərçi bilir öyrədir də, yəni, belə çıxır. Yəni, bunu biz izah edirik ki, yəni, bu elə bir vaxt aparan məsələ deyil. Bu, maksimum bir dəqiqə araşdırılan bir məsələdir. Ona görə də deməli, biz bunu izah edirik ki, sizə çatsın bu fikirlər, sizə aydın olsun. Yəni, biz burada deməli, işarələrin üçün də deməli, aydın edədir ki, A sıfırdan kiçikdir, B sıfırdan böyükdür, C sıfırdan böyükdür. Baxırıq bu rəng, bax fikir verir. A-ya baxırıq. A burada sıfırdan nədir? Kiçikdir. C də sıfırdan böyüksə bu nə olmalıdır? Mənfi olmalıdır. Burada müsbət. Deməli, bu yanlışdır. Bu doğru deyil. Sonra ABC-yə baxırıq. B ilə C ikisi də müsbətdir. Bu da mənfidir. Müsbəti də mənfi olanda mənfi verməlidir, amma sıfırdan böyükdür. Deməli, bu da doğru deyil. Sonra A burada mənfidir. C də A burada mənfidir. C də müsbətdir. Mənfini müsbətə bölündə mənfi verəcək, amma burada müsbət yox. Deməli, bu da doğru deyil. A burada sıfırdan kiçikdir, görürsünüz. B də sıfırdan böyükdür. Nisbət sıfırdan kiçik olmalıdır, amma böyük yazıq. Deməli, bu da doğru deyil. Gəlirik bura, Y variantına. B sıfırdan böyükdür. Bəli, sıfırdan böyükdür. C sıfırdan böyükdür. B, C. Bu hansı sıfırdan? Yəni, bu müsbətdir. A da mənfidirsə, əksi nə olacaq? Müsbət olacaq. Deməli, A-nın əksi də nə olacaq? A burada mənfidir. Mənfinin əksi nə olacaq? Müsbət olacaq. Deməli, bu ifadə nədir? Müsbətdir. Deməli, doğru cavabımız budur. Bu oldu bizim doğru cavabımız. Deməli, biz burada doğru cavabı, bax, belə variantlarla verilmiş doğru cavabı müəyyən eləmək üçün ilk öncə biz nəyi müəyyən eləməliyik? A-nın, B-nin, C-nin işarəsini müəyyən eləməliyik. Bəli, A-nın, B-nin, C-nin işarəsini sən bax, qrafika görə müəyyən eləyəndən sonra sən onu bilirsən ki, M belə təyin olunur, M belə təyin olunur. Burada nə var ki, yəni qrafika baxan kimi görürsən ki, M burada müsbətdir. Və biz onu qeyd elədik burada. M müsbətdir. M müsbətdirsə, deməli, avtomatik bu ifadə sıfırdan böyük olmalıdır. Yəni, M müsbətdir. Sonra M-in özü müsbətdir. Yəni, bunu qrafika görə müəyyən edirsə ki, bunlar müsbətdir. Deməli, bu işarələrə görə A-nın, B-nin, C-nin işarəsini və funksiyanın qrafiki aksiyonun 2 nöqtədə kəsdiyinə görə deməli, 2 dənə sıfır var. Deməli, diskriminant sıfırdan böyükdür və buna görə də müəyyən eləmək olur ki, bəli. Burada A sıfırdan, B sıfırdan böyük, A sıfırdan kiçiksə, deməli, bunda bu ifadəyə görə bu sıfırdan böyükdürsə mütləq, bu şərti ödənmək üçün C sıfırdan mütləq böyük olmalıdır və təyin elədiniz ki, C sıfırdan nədir? Böyük. Bu şəkildə deməli, biz verilmiş kvalitativ funksiyanı belə araşdırırıq. Kvalitativ funksiyanın başqa araşdırmaları da var. Mən istəyirəm onu sizə izah edeyim. Mənə elə gəlir ki, belə misallar kifayətdir. Yəni sizə, məsələn, biraz da mürəkkəb məsələ edir, bunun özü də mürəkkəb bir məsələ edir. Amma onu görürsünüz ki, nə sadə formada araşdırmaq olur. Bunu silək, kvalitativ funksiyayla bağlı digər məsələlərə baxaq. Yəni, hamısına baxaq ki, imtihanda ola bilər ki, bizim burada toxunmadığımız bir məsələ düşərlər olur. Bütün məsələlərə toxunaq ki, hansı düşərsə, siz onun deməli öhdəsindən gələ bilərsiniz. Bütün məsələlərə toxunaq. Məsələn, burada nəsə, bunlar simmetriya şoğu işləməyə yer var olsun da. Deməli, bax, burada funksiya tutaq ki, bu şəkildə belə verilir. Funksiyanın araşdırılmasından, qrafikin qurulmasından, nə bilim, müxtəlif məsələlər suallar verilə bilər. Ona görə də siz bunu ilk öncə, mən də onu təkrar yazmıram bir də. Bax, tam kvadratı belə ayırırsınız. Deməli, x-in n kvadratı üstəgəl n. Və burada m-in ifadəsi bəli yazmışdır, mənfi b bölünsün 2a. N-in ifadəsi
4AC çıxılsın B-nin kvadratı bölünsün 4A və yaxud da belə də verilə bilər bu. Məsələn, bu elə o tərəf silin, manisi yaranmasın bizə. Deməli, bax, bu belə verilir və siz bilirsiniz ki, bunu belə də vermək olar. Mənfi D bölünsün 4A şəklində də vermək olar. Çünki bilirsiniz ki, orada təmin köklər sütununda D nəyə bərabərdir? D-nin kvadratı çıxılsın 4AC-yə bərabər olduğuna görə deməli, bunu belə vermək olar. Mənfi D bölünsün 4A. O da bərabərdir mənfi D bölək 4A. Yəni, siz eni bu şəkildə də təyin edə bilərsiniz. Belə də təyin edə bilərsiniz. İndi burada məsələn, tutaq ki, tələb olunur ki, funksiyanın qiymətlər çoxluğunu tapır. Məsələn, bilirsiniz ki, tam rasional ifadənin, yəni bu bilirsiniz ki, tam rasional ifadədir, yəni bərabərliyin sağ tərəfi tam rasional ifadədir. Tam rasional ifadənin də dəyişənin istənilən qiyməti üçün, istənilən həqiqi qiyməti üçün, indi biz həqiqi ədədlər çoxluğundan danışırıq da, indi biz danışırıq 9-cu sinif həcmində, bəli, 9-cu sinif həcmində danışdığımıza görə biz həqiqi ədədlərdən danışırıq. Verilmiş funksiyanın təyin olunması bütün həqiqi ədədlər çoxluğu. Bəli. Yəni, DF nəyə bərabərdir? Mənfi sonsuzluq, müsbət sonsuzluq intervalına bərabərdir. Yəni, bütün həqiqi ədədlər çoxluğu verilmiş funksiyanın təyin olunmasıdır. Bəli. Qiymətlər çoxluğu necə araşdırılır? Qiymətlər çoxluğu. Deməli, qiymətlər çoxluğu, funksiyanın qiymətlər çoxluğu n-ə görə araşdırılır. Bax, n-ə görə. Bir də ki, parabolanın qolları yuxarıdır, düz aşağıdır. Məsələn, tutaq ki, biz bunu bu şəkildə təyin edilmişiksə, yəni x bərabərdir a vurulsun x minus m-in kvadratı üstəgəl n şəklində təyin edilmişiksə, deməli, a burada sıfırdan kiçik olarsa, n də sıfırdan böyük olarsa, onda verilmiş, heç bunu kodun üstərisini qurmasan da bunu gözün önünə gətirə bilirsən, amma quracaq. Əgər a sıfırdan kiçik, n sıfırdan böyük olarsa, deməli, parabolanın qolları aşağıdır və deməli, ümumiyyətlə, n-in işarəsi burada parabolanın qolları aşağıdırsa, indi burada n müsbət də ola bilər, mənfi də ola bilər, onun heç bir önəmi yoxdur. Yəni, indi mən o qrafiyi çəkəcəm deyəmən, n sıfırdan böyük yazmışam burada. Yəni, burada olacaq, məsələn, verilmiş funksiyanın qiymətlər çoxluğu olacaq. Məsələn, n böyük 0 yazmaya ehtiyac yoxdur. Yəni, ümumi halda elə o əsas funksiyanın deməli, burada kvadrat dəyişənin əmsalıdır, 0-dan böyük kiçikdir. Bəli. Bu ayırdığımız n-ə görə yaza bilərik ki, onda verilmiş funksiyanın qiymətlər çoxluğu, yəni y nədir? Bərabərdir. Mənfi sonsuzluq n yarım interval və mənfi sonsuzluq n yarım interval. Yəni bunu yoxlayaq, göstərəsin. Məsələn, tutaq ki, kodun müstəvisində qrafik belə də verilə bilər. Məsələn, tutaq ki, n müsbət ola bilər, deyək ki, n müsbət ola bilər, n də müsbət ola bilər, mənfi ola bilər. Məsələn, müsbət olacaqsa, deməli, parabolanın tökünlüklərinin qoyunları bu olacaq. Onda verilmiş parabola təxminən bax, belə bir əyri olacaq. Bu şəkildə paraboladır, bax, belə olacaq. Və buradan gördüyünüz kimi, görürsünüz ki, bu funksiyanın qiymətlər çoxluğu təyin oblasti bütün həqiqi ədədlər çoxluğudur. Yəni, təyin oblasti bütün həqiqi ədədlər çoxluğudur. Təyin oblasti. Yəni, mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı təyin oblasti. Bax, elə belə göstərirəm ki, görəsiniz. Yəni, olsa bütün həqiqi ədədlər çoxluğudur. Yəni, istənilən bir həqiqi qiyməti verirsən, funksiyanın mənası var. Bəli. Ona görə bütün həqiqi ədədlər çoxluğu verilmiş funksiyanın təyin oblasti. Amma qiymətlər çoxluğu, gördüyünüz kimi, bax, bu mənfi sonsuzluqdur. Bu da müsbət sonsuzluqdur. Bax, belə. Bax, deməli, n olaraq ən böyük, deməli, funksiyanın ən böyük qiyməti n-dir burada. Funksiyanın ən böyük qiyməti n-dir. Görürsünüz, bax, parabola fikir verir, qrafiyə fikir verir. Funksiyanın ən böyük qiyməti n olduğuna görə, deməli, verilmiş funksiyanın qiymətlər çoxluğu, bax, budur. Qiymətlər çoxluğu, bax, budur. N-ə qədər. Mənim sonsuzluq n. Bax, görürsünüz, mənim sonsuzluq n, verilmiş funksiyanın nədir? Qiymətlər çoxluğu.
Çoxlu şəkildə desək uşaqlar, yəni biz elindən biraz da kənara çıxsaq, yəni biz çoxlu şəkildə bunu ifadə edəsək, belə deyə bilərik. Sizin başa düşəcəyiniz şəkildə belə demək olar ki, ümumiyyətlə funksiyanın qiymətlər çoxluğu söhbət həqiqi dəyişənli funksiyadan gedir. Yəni əlbəttə ki, həqiqi dəyişənli funksiyadan söhbət edirsə, funksiyanın qiymətlər çoxluğu, yəni təyin olunması deyil, birinci təyin olunması deyil. Təyin olunması absisi oxunda araşdırılır. Yəni arqumentin hansı qiymətlər üçün funksiyanın mənası var. Absisi oxunda araşdırılır. Qiymətlər çoxluğu, ordinat oxunda araşdırılır. Bir mənalı şəkildə, yəni bunu belə bilərsiniz. Məsələn, qrafika görə də siz verilmiş funksiyanın təyin olunmasına deyə bilərsiniz. Məsələn, qrafik belə verilibsə, siz sıracı verə bilərsiniz ki, funksiyanın təyin olunması bütün həqiqətlər çoxluğudur. Qiymətlər çoxluğu da mənə sonsuzluq endir. Qrafika baxın kimi deyə bilərsiniz. Heç araşdırmağa da ehtiyac yoxdur. Əgər ola bilər, məsələn, sual qrafik şəklində də verilərsə, onda siz elə deyə bilərsiniz ki, verilmiş funksiyanın təyin olunması bütün həqiqətlər çoxluğudur, amma qiymətlər çoxluğu mənə sonsuzluq n-dir. Bunu deyə bilərsiniz, çəkinmədən. Bəli, deyə bilərsiniz. Bu şəkildə. Deməli, indi burada n burada mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər. Bəli, n burada qiyməti dəyişə bilər. N deyil, məsələn, sıfırda da konun başlanğıcından ola bilər. N sıfır da ola bilər burada, bəli. Məsələn, funksiyanın qrafiki belə də yerləşə bilər. Məsələn, tutaq ki, bax, həzr edək, bax, bu şəkildə də yerləşə bilər. Bax, belə də yerləşə bilər. Burada n sıfırdır artıq. N sıfırdır bu. Məsələn, belə də ola bilər. Aşağı da düşə bilər, məsələn, bax, burada olar mənfi n, məsələn, deyək ki, bax, belə olar. Funksiyanın qrafiki belə də yerləşə bilər. Bunun fərqi yoxdur, yəni. Bu şəkildə. Yəni, mənfi sonsuzluq n-dir də, yəni. Yəni, mənfi sonsuzluq n. Yəni, funksiyanın qiymətlər çoxluğu mənfi sonsuzluq n olacaq. Mənfi sonsuzluq sıfır olacaq. Mənfi sonsuzluq müsbət n olacaq. Yəni, müsbət səhiyyət qədər. Bu şəkildə. Aydın olursa, bax, bu şəkildə deməli, verilmiş funksiyanı biz təyin olmasının qiymətlər çoxluğunu tapa bilərik. Sonra siz burada əgər verilmiş funksiyanın, məsələn, tutaq ki, ordinat oxu ilə kəsişmə daşının koordinatlarını tapmaq istəyirsinizsə, məsələn, OX oxu ilə kəsişmə daşının koordinatlarını tapmaq üçün, onda fx bərabər 0 tənliyini həll edirsiniz. Bəli, fx bərabər 0 tənliyini həll edirsiniz. Əgər diskriminant 0-dan böyük olarsa, onda 2 dənə 0 olacaq. Funksiyanın 2 dənə x1, x2 sıfırlar olacaq. Əgər diskriminant 0-a bərabər olarsa, onda verilmiş funksiyanın bir dənə 0 olacaq, x0. Bəli. Diskriminant 0-dan kiçik olarsa, onda onun 0-ı yoxdur. Yəni, funksiyanın 0-ı yoxdur. Yəni, fx nədir? 0-dan fərqlidir. Yəni, fx-in 0-a bərabər olan qiymətləri, elə bir arqument yoxdur ki, onun funksiyanın qiyməti 0-a bərabər olsun. Əlbəttə ki, bəli. Ona görə deməli, və yaxud da tənli kimi həll etsək, tənlinin həllər çoxluğu boş çoxluq olacaq. Mən funksiyadan danışıram da. Deməli, əgər diskriminant 0-dan kiçiksə, deməli, onun 0-a bərabər olan arqumenti, yəni arqumentin elə bir qiyməti yoxdur ki, funksiyanın qiyməti 0-a bərabər olsun. Yəni, elə bir qiymət yoxdur, yəni. Aydındır mı? Yəni, x daxildir, boş çoxluq. X daxildir, boş çoxluq. Bax, bunun üçün. Yəni, x bərabər, deməli, fx-in 0-a bərabər olması üçün, deməli, x-in elə bir qiyməti yoxdur. Yəni, ona elə yazmaq da doğru olmaz. Yəni, ona görə də elə bunu sildirəm, bunu belə yazmıram. Amma tənli olsa, siz yazırsan ki, x daxildir, boş çoxluq. Çünki diskriminant nədir? 0-dan kiçikdir. Bəli. Burada da deməli, diskriminant 0-dan kiçik olarsa, bəli, fx 0-dan fərqli olacaq. Yəni, funksiyanın 0-a bərabər deməli, qiyməti yoxdur. Yəni, funksiyanın 0-a bərabər qiyməti yoxdur. Yəni, arqumentin elə bir qiyməti yoxdur ki, funksiyanın qiyməti 0-a bərabər olsun. Bəli. İndi, məsələn, tutaq ki, diskriminant 0-dan kiçik olarsa, A 0-dan kiçik olarsa, onda funksiyanın qrafiki, bu şəkillər daxilində funksiyanın qrafiki, yəni bu funksiyanın qrafiki, məsələn, yerləşəcək, fərz eləyək, bax, bu vəziyyətdə. Ya, məsələn, tutaq ki, burada yerləşəcək. Yəni, absoxunun aşağıda yerləşəcək də, ümumiyyətlə. Absoxunun aşağıda yerləşəcək. Belə də yerləşə bilər. Məsələn, tutaq ki, belə də yerləşə bilər. Müxtəlif şəkildə, bax, belə də yerləşə bilər. Yəni, absoxunun aşağıda yerləşəcək, bir sözlə. Belə. Parabolanın qolları aşağı, çünki absoxun kəsməməlidir. Diskriminant 0-dan kiçikdir, ona görə. Sonra, diskriminant 0-a bərabər olarsa, A 0-dan kiçik olarsa, onda funksiyanın qrafiki təxminən belə yerləşəcək. Bax, deməli, absoxunun arqumentin bir qiymətində verilmiş funksiyanın, yəni yalnız bir sıfırı var da, yəni bir sıfırı var. Ya burada yerləşəcək, ya burada yerləşəcək, ya burada yerləşəcək, bax, bu şəkildə. Deməli, yəni absoxuna deməli, yəni bir
absisin deməli bir qiyməti üçün, yəni təyin olunmasına ötürülmüş arqumentin yalnız bir qiyməti üçün verilmiş funksiyanın 1-0 olarsa, deməli, bir 0 olarsa, deməli, onda qrafik bu vəziyyətdə yetişir. Apsis oxundan aşağıdır və deməli, apsis oxuna bir nöqtədə toxunacaq. Apsis oxuna bir nöqtədə toxunacaq. Və qrafikdə parabolanın qolları aşağı olmaq şərtidir. Yəni, bu şərtlər daxilində verilmiş funksiyanın qrafiği bunlardan hər hansı biri olacaq. Sonra, məsələn, tutaq ki, diskriminant sıfıra bərabər A sıfırdan böyük olarsa, onda verilmiş funksiyanın qrafiği parabolanın qolları yuxarı olacaq. Məsələn, tutaq ki, belə də ola bilər. Mən ümumi şəkildə yazıram da, yəni burada B də C də sıfır da ola bilər, sıfırdan fərqli də ola bilər. Hamısını nəzərə alaq deyirik. Yəni, apsis oxundan bir ortaq nöqtəsi olacaq. Verilmiş qrafiği, funksiyanın qrafiğinin apsis oxundan bir ortaq nöqtəsi olacaq. Yəni, bu şəkildə. Yəni, funksiyanın qrafiği bir sözün apsis oxuna toxunacaq. Yəni, qollarda yuxarı olmaq şərti ilə şəkildə. O, belə. Bu qrafikdə görünür ki, verilmiş funksiyanın təyin olması bütün həqiqətlər çoxluğudur. Yəni, istənilən qrafik üçün deyirik bunu. Yəni, həm bunun üçün, həm də bunun üçün deyirik. Təyin olması bütün həqiqətlər çoxluğudur. Təyin olunmasıdır, amma qiymətlər çoxluğu 0 müsbət sonsuzluq yarım intervalı, 0-a daxil olmaq şərti ilə. Deməli, 0 müsbət sonsuzluq yarım intervalı verilmiş deməli, funksiyanın nə edir? Qiymətlər çoxluğudur. Bu şəkildə deməli, biləsiniz. Yəni, burada çətin bir şey yoxdur. Sadəcə funksiyaların qrafiklərini paralel sürüşdürməklə, yəni biz onu bu şəkildə gətirib, onu paralel sürüşdürməklə, onun qiymətlər çoxluğunu təyin edə biliyor. O da minəvat çox, heç bir şey yox. Təxminən qrafik çəkilsin və təxminən grafikə görə müəyyən edirsən ki, verilmiş funksiyanın qiymətlər çoxluğu nədir, təyin olması nədir. Yəni, bu funksiyanın araşdırılması üçün vacib məsələdir. Sonra funksiyanın artma, azalma aralıqları var. Yəni, kvalitativ funksiyanın artma aralığı hansıdır, azalma aralığı hansıdır. Məsələn, burada qrafikdə göstərim elə. Məsələn, burada göstərmişik, bax burada. Məsələn, A0-dan kiçikdir, yəni bu funksiya üçün. Yəni, bu funksiyanı biz bu şəkildə yazmışıq. Əlbəttə ki, bu şəkillər daxilində, deməli, funksiyanı, deməli, bu şəkildə yazmışıq. Əlbəttə, n belə təyin olunur, n də belə təyin olunma bilər, belə təyin olunma bilər, heç bir fərqi yoxdur. Yəni, qrafikə görə müəyyən eləmək olar ki, bax, bu funksiyanın, bax, bu funksiyanın qrafiqi, bax, bu funksiyadır. O elə bunu silin, bu yazsın, bir onu sağlayayım. Məsələn, fərz edək, deməli, burada funksiyanın artma aralığı hansıdır, azalma aralığı. Görürsünüz ki, burada mənfi sonsuzluq, m yarım intervalında funksiya artır. Bax, funksiyanın qrafikə nəzər salın. Deməli, soldan sağa x1, x2, x3 ardıcıl qiymətlər versəniz, bax, x1, x2, 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 x3. Əlbəttə ki, sonsuz sayda, sonlu sayda verə bilərsən bu qiymətləri. Əlbəttə ki, bu qiymətlər hər üçü, x1, x2, hər üçü də bura daxildirsə, onda görürsünüz ki, fx1 də kiçik olacaq nədən? fx2-də. Yəni ki, bu intervalda arqumentin kiçik qiymətinə funksiyanın da kiçik qiyməti uyğun gəlir. Arqumentin böyük qiymətinə funksiyanın da böyük qiyməti uyğun gəlir. Görürsünüz, bax, x1 x2-dən kiçikdir. Bəli, arqumentin kiçik qiymətinə funksiyanın da kiçik qiyməti uyğun gəlir. Arqumentin böyük qiymətinə funksiyanın da böyük qiyməti uyğun gəlir. Deməli, bu intervalda funksiya nədir? Artandır. Bax, elə qrafikdə də görülür və bax, funksiyanın qrafiqi, bax, artır. Bax, elə ki, artdı. Deməli, maksimum nöqtəyə gəldi, çıxdı və oradan başladı azalmağa. O hansı nöqtədə baş verdi? M nöqtəsinə görə baş verdi. Deməli, burada mənim sonsuzluqdan M yarım intervalda, yəni bu intervalda funksiya artandır. Bu intervalda funksiya nədir? Azalandır. Deməli, azalma aralığı da hansı aralığı olacaq? Bu oldu artma aralığı, artma. Bu artma aralığı oldu. Azalma aralığı nə oldu? Azalma. Azalma aralığı da olacaq, deməli, M müsbət sonsuzluq intervalı. Bəli, yarım interval. M müsbət sonsuzluq yarım intervalda verilmiş funksiyanın nə olacaq? Azalma aralığı olacaq. Bax, görürsən funksiyanın qiyməti. Arqumentin böyük qiymətinə, bax, arqumenti buradan artırdısa, sağa doğru artırdısa, funksiyanın qiyməti nə olacaq? Bax, fikir versin, məsələn, tutaq ki, bax, buradan bir qiymət verirsən, tutaq ki, bir qiymət ilə M verdin, burada N qiymətini aldı funksiya. Burada, məsələn, tutaq ki, arqumentin böyük qiyməti verdin, N-dən böyük bir qiymət verdin, funksiyanın kiçik qiyməti gəldi. Fikir verirsinizmi?
Arqumentin böyük qiymətinə funksiyanın kiçik qiymətini gəlir. Burada funksiyanın qiyməti kiçilir. Burada isə arqumentin qiyməti artdıqca funksiyanın qiyməti nə olur? Kiçilir. O harda baş verir? M-dən sonra, M və M-dən sonra baş verir. M və M-dən sonra baş verir. Deməli, bu funksiyanın nə idi? Azalma aralığı. Bəli, M nöqtəsindən sonra baş verir bu proses. Yəni, burada x-in qiyməti artdıqca, arqumentin qiyməti artdıqca funksiyanın qiyməti nə olur? Əksinə kiçilir. Bax, görürsən, M-dən kiçik qalır. Bax, fikir versin. M-dən böyük qiymət verdik. Bax, M qiyməti verdik, M qiyməti verdik. Bu maksimum qiymətidir. İndi məsələn, M-dən sağa, yəni M-dən böyük bir qiymət verdik. Burada N-dən kiçik qiymət alır. Fikir versin, bax, bu qiymət alır. Bax, fikir versin, bu qiymət alır. Sonra, biraz da böyük qiymət verdik. Biraz da kiçildi o. Kiçildi, gəldi, bax, bu qiymət alır. Görürsün, get-gedə kiçilir, get-gedə kiçilir. Yəni, yenir aşağı daha doğrusu. Fikir versin, arqumentin qiyməti artdıqca funksiyanın qiyməti nə olacaq? Fikir verin, arqumentin qiyməti artsa, funksiyanın qiyməti kiçilir getirir. Bax, fikir versin, kiçilir. Bax, bunun qiyməti. Yəni, bu şəkildə, deməli, verilmiş funksiyanın artma aralığı oldu, azalma aralığı oldu. Mənfi sonsuzluq M, yarım intervalı, artma aralığı M, müsbət sonsuzluq yarım intervalı oldu funksiyanın azalma aralığı. Bəli. Deməli, artma azalma aralıqlarını bir də təyin eləmək olur. Məsələn, bir dənə misal üzərində onu aydınlaşdıraq. Ola bilər ki, məsələn, belə tam başa düşünərəm. Amma mənə elə gəlir ki, burada çətin bir şey yoxdur. Yəni, heç bir fərqi yoxdur. Yəni, A, B, C orada istəyənlər arada olmaq şərti ilə biz onu ümumi şəkildə araşdırırıq. Bəli. Əslində, elə öyrənsəniz daha yaxşıdır. Onda sizin heç bir probleminiz olmaz. Deməli, məsələn, funksiya belə verilir. Məsələn, x bərabərdir, fərz edək. Deyək ki, 2x kvadrat üstə gəlməsindən 4x üstə gəlməsindən fərz edək 8. Belə verilir. Funksiyanın artma azalma aralıqlarını tapmaq lazımdır. Biz bunu sadələşdiririk. İkini burada çıxarırıq, ortaq bu kimi gözlə xaricə. Çıxartdıq. Burada qaldı x-in kvadratı üstə gəl 4x belə başlayır. 2x. Bu istənilən bir funksiya yazdım burada. İngilizcədən 2x. Burasında 2x-in kvadratı 4x verir burada. Deməli, burada elə mən üstə gəl 1 yazıram ki, bunu tam kvadratı ayırmaq üçün. Əlbəttə, bunun qanunda 2 bıraq 1, 2 edəcək. Onda burada üstə gəl 6 yazmaq ki, bu 8 edərsin. Bunu bilirsiniz. Məsələn, burada nə var ki, 2x-in kvadratı üstə gəl 4x, üstə gəl 2. Mütəzən açdı. 2 ilə 6-nın cəmi olacaq 8. 4x yerində olacaq, 2x-in kvadratı yerində olacaq. Yəni, bu şəkildə bunlar nə olar? Bu da bərabərdir. 2 vurulsun, x üstə gəl 1-in kvadratı demək. Üstə gəl 6. Deməli, siz buradan bu funksiyanın artıq qiymətlər çoxluğuna təyin edə bilərsiniz. Görürsünüz ki, A burada bərabərdir 2-yə və 0-dan böyükdür. Deməli, parabolanın qolları yuxarıdır. Funksiyanın təyin olunması df, yenə dedik ki, bütün hallarda, bütün həqiqətlər çoxluqdur. Eğer və yaxud da mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı. Deməli, burada deməli, mənfi sonsuzluq, müsbət sonsuzluq intervalı. Deməli, qiymətlər çoxluğu isə, YF qiymətlər çoxluğu isə, deməli, funksiyanın qiymətlər çoxluğu olacaq. Bilirsiniz ki, parabolanın qolları yuxarı. Parabolanın qolları yuxarı olduğuna görə olacaq, deməli, 6 müsbət sonsuzluq. 6. Çünki mənfi birdə bu sıfıra çevrilir. 0 kvadratı 0. Deməli, bunun ən kiçik qiyməti 6 olacaq. Ən kiçik qiyməti. Yəni, bu funksiyanın ən kiçik qiyməti 6 olduğuna görə olacaq 6 müsbət sonsuzluq yarım interval. Bunun qrafikini belə də çəkmək olar. Məsələn, tutaq ki, təxminən parabolanın təpə nöqtəsinin koordinatlarını vurmaq. Bu da parabolanın təpə nöqtəsinin koordinatları -1, 6. Mənfi 1, 6. Deməli, -1,6-da bilirsiniz ki, hansı rübə düşür? Deməli, ikinci rübə düşür. Parabolanın təpə nöqtəsinin koordinatları. İkinci rübə düşür. Nə üçün ikinci rübə düşür? Çünki burada deməli, 1, 2, 3, 4, 5, 6 rübəsində, tərcih 6. Deməli, bu x, bu y, burada koordinat başlanğıcı. Deməli, -1. Deməli, bu parabolanın təpə nöqtəsinin koordinatları bax, bunlardır. Sonra, ordinat toxunun kəsişmə nəticəsindən koordinatlarını tapmaq üçün belə ki, qrafik qurmağa çalışırıq da, deyək ki, belə başa düşək də. Məsələn, 1, 2, 3, 4 və s.
olsun -2, -3, -4, -5 və s. belə. Deməli, iki mənfi sonsuzluq, müsbət sonsuzluq. Burada müsbət sonsuzluğun intervalı. Deməli, burada O1 oxunun kəşf nöqtəsi deməli, burada x0-a bərabər olmalıdır. X0-a bərabər olmalı nə olacaq? Deməli, O1 oxunun kəşf nöqtəsinin koordinatlarını tapmaq üçün O1 oxuyla deməli, O1 oxu üçün kəşf nöqtəsinin koordinatlarını tapaq. Deməli, biz onda nə etməliyik? Burada yazmalı x0-a bərabərdir. Çünki x0 olmalıdır. Orada toxunmalı olan nöqtədə absis nə olmalıdır? 0 olmalıdır. Bəli. Deməli, O1 oxunun kəşf nöqtəsinin koordinatlarını tapaq. Deməli, x bərabər 0 olanda bu 0 olur. 0 bir gəndə 1-dədir. 1-in ekvivalenti 1-dədir. 2-lə 1 2, 2-6 gəndə 8-ə. Yəni, y nəyə bərabər oldu? 8-ə. Yəni, burada bunu biz elə qrafik quraq ki, tam başa düşəsiniz. Biraz bunu işləyərək. Deməli, deməli, 7, bu da 8. Bəli, 8. Parabolun qolları yuxarıda, bilirsiniz. Deməli, bax. Bu nöqtədə keçəcək. Təxminən bax. Parabola bax bu. Bax bu, parabola. Parabola təpə nöqtəsidir. Bu oldu həmin parabola tərcih edək. Mən kiçik bir hissəsini çəkirəm. Çünki burada yer yoxdur ona görə. Böyük çəkmək olardı, amma ehtiyac yoxdur. Deməli, təpə nöqtəsinin koordinatları -1,6 oldu. Bax, -1,6. Bax, görürsünüz. Deməli, funksiyanın deməli, burada artıq bu şəkildə görürsünüz ki, bu funksiyanın absiyoxunun heç bir kəşf nöqtəsi yoxdur. Yəni, funksiyanın sıfırı yoxdur. Sıfırı yoxdur. Çünki A burada sıfırdan böyükdür və diskriminant sıfırdan kiçikdir. Diskriminant sıfırdan kiçik olduğuna görə funksiyanın qrafda absiyoxunu kəsmir. Göharda yerləşdir. Absiyoxundan yuxarıda yerləşdir. Göharda yerləşdir. Deməli, ona görə də deməli, funksiya diskriminant sıfırdan kiçikdir, absiyoxunun kəşf nöqtəsi yoxdur. Yəni, funksiyanın sıfırı yoxdur. Yəni, elə bir argument, elə bir qiyməti yoxdur ki, funksiyanın qiyməti sıfıra bərabər olsun. Deməli, yoxdur. Bu şəkildə funksiyanın qrafını buyur. Bax, görürsünüz burada funksiyanın qrafiki mənfi sonsuzluqla mənfi 1-ə azalır. Bax, azalır. Mənfi 1-dən etibarən nə oldu? Artdı. Deməli, funksiyanın azalma aralığı, deməli, nə oldu? Oldu mənfi sonsuzluq, mənfi 1 yarım intervalı, azalma aralığı oldu, artma aralığı oldu, artma aralığı oldu, deməli, mənfi 1, mənfi əlbət orada daxildir, ona görə biz onun kvadrat nöqtəsini göstəririk. Mənfi 1, müsbət sonsuzluq intervalı, onun oldu artma aralığı. Bəli, bu oldu artma aralığı. Deməli, azalma aralığı, funksiya görürsünüz, azalır. Argumentin böyük qiymətinə funksiyanın kiçik qiymətini yazır. Burada isə bu intervaldır. Argumentin böyük qiymətinə funksiyanın da böyük qiymətini yazır. Ona görə də deməli, burada bu intervalda artandır, bu intervalda nədir? Azalandır. Bəli. Azalma, artma aralıqlarını biz absis oxuna görə müəyyən edirik. Yadında saxlayın. Funksiyanın artma və azalma aralıqlarını biz absis oxuna görə müəyyən edirik. Bu şəkildə deməli, funksiyanın artmasını, azalmasını tapa bilirik. Bax, əziz dinləyicilər, əziz şagirdlər, yəni 9-ları mən nəzərə tuturam çox. Deməli, çünki onların buraxılış imkanları olacaq. Yəni, biz deməli, birinci zona olub artıq, yəni ikinci, üçüncü zona qalır. Onlar üçün deyirik bunları. Yəni, kvalitativ funksiyanın araşdırılması bax bu şəkildə gedir. Belə gedir. Yəni, biz onun artma azalma aralıqlarını bizə təyin edib göstərdik sizə. Qrafikin, məsələn, tutaq ki, təxminən sizin qurmaq üçün bunu nələri bilmək lazımdır. O bir oxunun kəşməsini tapdıq. Məsələn, x bərabər 0 oldu, y bərabər 8 oldu, kəşməsi deməli 0,8 nöqtəsi oldu. Yəni, bilirsiniz ki, oradan toxu üzərində dayanan nöqtənin demək, koordinat başlanğıcından fərqli olmaq şərti ilə koordinat başlanğıcına çıxmaq. Çünki koordinat başlanğıcında hər ikisi 0-a bərabərdir. Yəni, absis də 0-dır, koordinat da 0-dır. Amma koordinat başlanğıcından başqa tərəflərdə, deməli, məsələn, tutaq ki, koordinat başlanğıcından fərqli olan yerlərdə, belə deyək, deməli, hər hansı
ordinat okuna, yəni ordinat okuna aid olan nöqtə, yalnız ordinat okuna aid olan nöqtə. Yəni həm absis, həm də ordinat okuna aid olan nöqtə yeganə koordinat başlanğıcıdır. Yalnız ordinat okuna aid olan nöqtənin absisi mütləq 0 olmalıdır. Yalnız absis okuna aid olan nöqtənin ordinatı mütləq 0 olmalıdır. Deməli, ordinatın 0 olduğu nöqtə yoxdursa, deməli funksiyanın sıfırları yoxdur. Yəni, y-in 0-a bərabər olduğu nöqtə yoxdursa burada, görürsünüz, bax, y-in 0-a bərabər olduğu nöqtə var burada. Yəni, qrafikə aid olan bir nöqtə var. Grafikə aid olan y-in, yəni ordinatın 0-a bərabər olduğu bir nöqtə yoxdur. Deməli, funksiyanın sıfırı yoxdur. Gördüyünüz ki, funksiyanın sıfırı yoxdur və deməli, biz təxminən qrafiki bu şəkildə qoyduq. Və gördüyünüz ki, deməli, onun qrafikinə görə artma və azalma adlarını müəyyən elədik. Kvadratik funksiya haqqında bu qədər, hörmətli dinləyicilər. Deməli, kvadratik funksiya haqqında bu qədər. Deməli, növbəti videolarımızda inşallah yeni mövzular, mən 5 aydan çoxdur deməli çəkiliş getmir. Mən bilirəm ki, izləyicilər, məsələn, bu kanalı izləyənlər səbirlə gözləyir ki, yeni mövzular gələcək. Əlbəttə ki, çalışacaq ki, yəni həftə ərzində heç olmasa bir dənə video çəkib ataq. Əgər bəyəndinizsə, bəyəndim düyməsini basmağı unutmayın, paylaşmağı unutmayın ki, hər kəsə bir yeri çata bilsin. Abunə olmağı unutmayın. Abunə olun ki, hər dəfə yeni bir video çəkiləndə sizə yetişə bilsinlər və siz də onun baxıb faydalana biləsiniz. Diqqətinizə görə təşəkkür edirik. Çox sağ olun. Gələn videolarda görüşənədək. Sağ olun.